Hı. Hmm. Onda Zaki sən danış, mən qulaq asım. Mən indi problemi həll etməyə çalışıram o vaxta qədər. Özü zəhmət olsun təklif elə. Mən o Okey. qədər. Şamal müəllimin dediyi kimi proqramda elə bil həm Şamal müəllim iştirak edir, həm də mən. Qısa özüm haqqında məlumat versəm, e, adım Zakirdir. 26 yaşım var. Hal-hazırda e, Azərbaycandakı ən böyük sığorta şirkətlərinin birində reportingdə çalışıram. Ondan əvvəl Big Four-ların birində uzun müddət, KPMG-də uzun müddət çalışmışam. Ondan əvvəl də müxtəlif sahələrdə riskdə, daxili holding şirkətlərinin birində daxili auditdə çox müxtəlif sektorlarda çalışmışam. Ümumi təcrübəm mühasibatlıq, daxili audit, risk, sonra büdcə və reporting üzrədir. Ən böyük təcrübəm də Big Four-dadır. Təhsilimlə bağlı ACF paperlar yekunlaşdırmışam. Paperlardan da 2 dənəsini vermişəm, biri qalıb. Əlavə cari dövrdə Orta Doğu Texnik Universitetində iqtisadiyyat və ekonometrika üzrə PhD edirəm. Məncə mənim haqqımda qısa bu qədər. Şama istəyirsən, nauşnik şey düzəltsə sən özün haqqında məlumat verərdən qısa. Səsin gəlmir, amma mikrofon mütlədir. Üzrü sən, mən o texniki errorlarla qarşılaşmışıq. Səsim indi gəlir. İndi də mənim çox gəldi, hər yerdən gəldi. Səsim gəlir indi. Yes, indi daha yaxşıdır. Okey. Telefondan qoşuldum. Kompüterdə nəsə problem var. Birazdan həll etməyə çalışıram. Ə, Ekranda görünürəm mən. Mhm. Ha, doğrusu mən mitingdə 2 dənə görsənirsən. Bir Yes. aşağıda şey şimdi bir de Bir live video var. Ha. bir şamon seni bəs eləmədi, ikincisi. Bəli. İkincisi Yaşayacağım bu başladı. treninqdə 2 şamı var. Gözəl. Qısa özüm haqqında Lüksümdə hal-hazırda yaşayıram. 7-8 ildən sonra experience-im var audit üzrə, əsas reporting, accounting, tax üzrə, financial modeling falan da experience-lərimiz var. Avtomatlaşdırma işi ilə də məşğuluq. FCC memberam hal-hazırda 2018-ci ildə ACC-yə başlamışdım, 2020-də ACC member oldum. Hal-hazırda ACC memberam. Əsasən Big Four şirkətlərində işləmişəm. Hal-hazırda isə investisiya fonlarının birinə xidmət göstəririk. Dünyanın böyük investisiya fonlarının birinin Lüksemburqdakı şirkətlərini idarə edirik. Həm accounting, həm reporting, həm tax, həm legal. Daha sonra bütün demək olar işləri biz görürük. Accounting, reporting, legal, tax və s. və s. Bu belə. Özüm haqqında çox danışmayım. Onun tələbələrini çoxsu məncə tanıyır. Əksəriyyətlə bizim tələbələrdə tələbələrimiz, ona görə çox danışmağa ehtiyac yoxdur. ERA proqramı haqqında istəyirsiniz başlayaq. ERA proqramı nədir? Proqramın adını ümumiyyətlə New ERA qoymuşuq. Bu əslində burada iki ideya var idi əslində. Bir, sizin fikirləşirik ki, bu təlimə qoşulanlar üçün artıq yeni eranın başlanğıcıdır. Ona görə də təlimin adı elə yeni eradır. Əslində ilk ideya budur ki, siz nəzəri biliklər əldə edirsiniz və onları işə başlamamış, hardasa tətbiq edə bilmirsiniz. Ona görə belə bir proqram başlatmağa qərar aldıq və fikirləşdik ki, bu proqram tələbələrin karyera yolunda, işə düzəlməsində kifayət qədər əhəmiyyətli bir yer tutacaq. Ona görə də adını Yeni Era qoyduq. Yeni Era, yeni başlanğıc deməkdir əslində proqram. ERA-nın digər məntiqi nədir burada əslində? ERA əslində 3 dənə modulun birləşməsindən ibarətdir. Baş hərflərindən gördüyünüz qədərilə E burada Excel-i göstərir, R burada reportingi, E isə auditi. Deməli, proqram əsasən Excel, reporting və audit üzərində qurulub və biz bu proqramda tam praktiki Excel, reporting və auditi tələblərə öyrədirik. Zaki, bir dənə arxa qayda bilərsiniz, anlatamsa? Yes. Ümumiyyətlə, proqramı nəyə görə yaratdıq? Proqramı nəyə görə yaratdıq? Əslində, proqram 2023-cü ildə mən draft eləmişdim. Sadəcə vaxt baxımından
Bir də vaxt baxımından proqramı başlada bilmirdik. Sağ olsun yoldaşlar Zakirə daxil olmaqla proqramı motivasiya edirdi, proqramı başlatmağa qərar aldıq. Proqramımız artıq tam hazırdır, ilk qrupumuz artıq bitib. Proqram nəyə görə var? Proqram ona görə var ki, bizdə normalda mən ACC təlimləri keçirəm, digər yoldaşlarımız da keçir. Hardasa 4-5 il ACC təlimləri keçəndən sonra gördüm ki, ACC nəzəri olaraq tələbələrə kifayət qədər kömək eləyir. Hansı ki, texniki baxımdan, məsələn, financial accounting, financial reporting təlimlərindən sonra texniki baxımdan tələbələr kifayət qədər yaxşı olurlar. Sadəcə biz çalışdığımız qədər təlimlərdə praktiki məsələləri tələbələrə ötürməyə çalışırıq. Amma iş yerləri bəzən onlardan müəyyən qədər praktiki təcrübə istəyirlər. Bu əslində iş yerlərinin tələblərinə uyğun olaraq qurulub proqram. Hansı ki, iş yeri tələbədən praktiki təcrübə istəyir, hansı ki, o tələbə o praktiki təcrübəni həll edə bilməyib, amma nəzəri bilikləri var. Biz o qəpi bağlamaq üçün iş yerlərinin bir növ tələbatına uyğun olaraq belə bir proqram hazırlamışıq. Bu proqram əslində, indi proqramla tanış olasınız birazdan. Proqram əslində normalda Big Four-da işləyən bir illik, Big Four-da hardasa bir illik, 2 illik təcrübəyə bərabərdir əslində. Bu proqramı yaxşı mənimsəsəz. Big Four-da bir il, 2 il ərzində öyrənəcəyiniz hər hansı bir praktiki təcrübənin %80-ni deyim, rahatlıqla bu proqramda öyrənə bilərsiniz. Hətta bu proqramı tam mənimsəsəz, gedib hansısa bir şirkətin auditini demək olar müəyyən əlavə effortlarla eləyə bilərsiniz. Ona görə bu həm iş yerlərinin tələbinə uyğun olur, həm də ki, bazarda o qəpi bağlamaq üçün iş yerləri ilə nəzəri biliklər tələbə arasındakı qəpi bağlamaq üçün bu proqramı qurmuşuq. Proqramın əsas mahiyyəti bundan ibarətdir. Əlavə olaraq proqram kimlər üçündür? Proqramlar əslində quranda fikirləşdik ki, bizdə tələbələr çoxdur. Hansı ki, nəzəri bilikləri var, amma bəzən iş yerləri onlara yox deyir. Nəyə görə? Çünki adamın məsələn təcrübəsi yoxdur. Təcrübəsi olmaması normaldır. Plus bazarda aşağı yuxarı hamı demək olar ACC verir. Bizim tələbələrimiz də ACC verir, digər tələbələr də məsələn ACC verir. Bəs bizim tələbələrin digər tələbələrdən fərqi nə olmalıdır? Bu sualın cavabını əslində ERA-da tapdıq. ERA proqramını ona görə qurduq ki, nəzəri biliyi olan tələbəmiz, məsələn, müəyyən müddətdən sonra praktiki təcrübə biliyi də əldə edəndən sonra onu rahatlıqla işə düzəldəcəklər. Əslində, iş yerləri ilə də danışırıq artıq hal-hazırda. Bir neçə şirkətdən əməkdaşlığa başlamışıq. Biz öz tələbələrimizi, ERA məzunlarını artıq avtomatik olaraq həmin o şirkətlərə yönləndiririk. Texniki baxımdan demək olar həmin adamlar çox intervyu olunmayacaq. Əsas soft tərəfə baxacaqlar və biz iş yerlərlə danışanda ERA-nın verdiyi təcrübəni onlara izah edəndə onlar özləri deyirlər ki, kifayət qədər yaxşı proqramdır və hazır kadr götürmək istəyirlər əslində bizdən. Ona görə yəqin ki, növbəti dövrlərdə ERA məzunlarının sayını çoxaltmağa çalışacağıq bazarda. Bu belə. Proqrama bəs kimlər qoşula bilər? Əsas məqsəd tələbələr, iş yeri olmayan, iş axtaran məzunlar və yaxud tələbə də ola bilər bu. Və yaxud iş yerində karyerasında, nə bilim, pozisiyasını artırmağa çalışan, karyerada daha yaxşı olmağa çalışan, digər yoldaşlarından fərqlənməyə çalışan və yaxud işlədiyi müddətdə işi başa düşməyən, məsələn, eləyirsiniz bəzən, görürsünüz ki, tam başa düşmürsünüz işi, işin mahiyyəti sizə aydın deyil. O qəpləri, o problemləri aradan qaldırmaq üçün biz ERA proqramını qurmuşuq və proqram tələbələr üçün, iş axtaranlar üçün və iş yerini dəyişmək istəyən, iş yerində daha da yüksəklərə qalxmaq istəyən namizədlər üçündür. Normalda ekspekt edirik ki, bu təlimə qoşulanların minimum nəzəri bilikləri olsun. ACC, məsələn, financial accounting minimum olmalıdır, amma financial reporting olsa lap yaxşı olar. Proqram həmin adam üçün çox sumuz keçəcək. PMS-iniz varsa, məsələn, accounting reporting yoxsa PMS varsa, o da qəbul ediləndir. Və yaxud ən azı 200 illik təcrübəniz olmalıdır ki, nəzəri tərəfləri biləsiniz, proqrama qoşulasınız. Və bu proqrama qoşuldunuz, proqram əlavə nəzəri biliyi olan adam, hansı ki, çox tətbiq eləyə bilməyib o nəzəri biliyi, onu bizdən praktiki olaraq tətbiq eləyəcək. Məsələn, bizim proqramda, indi görəsiniz, birazdan danışacağıq, proqramın özündə hardasa 2 saatlıq dərs varsa, o 2 saatlıq dərsin 20 dəqiqəsi falan nəzəri hissələrin üzərindən keçirik. Qalan 1 saat yarım, 1 saat 40 dəqiqə periodda biz tam praktiki кейslər üzərindən hər hansı bir şirkətin, indi danışacağıq həmin şirkət haqqında, şirkətin bütün
accountingi, reportingi, auditi və sair məsələlərini Excel üzərindən izah edirik. Bundan əlavə, career opportunity'lər, siz bu proqramdan məsələn məzun olsaz, iş axtarırsınız və yaxud tələbəsiz, bu proqramdan məzun olsaz, rahatlıqla demək olar Big Four şirkətlərinə işə düzəldə bilərsiniz. Bu, məncə 2x2 olacaq artıq texniki baxımdan. Yəni, texniki baxımdan onlar sizi asanlıqla qəbul edəcək. Demək olar, texniki intervyularda əziyyət çəkməyəsiniz. Əlavə olaraq, digər, bu external audit tərəfidir. Big Four, Big Ten və s. və axır. Əlavə olaraq, financial reportingdə reporting specialist olaraq çalışa bilərsiniz bu proqramdan sonra. Onsuz aydın məsələdir, Big Four experience-ini biz verdik sizə. Big Four experience varsa sizdə bu proqram sayəsində bir növ. Siz rahatlıqla reporting specialist, financial controller, entry level'da, financial controller, daha sonra financial analyst işləyə bilərsiniz. Əlavə olaraq accounting, biraz da budgetingə yönələ bilərsiniz, amma budgeting proqramda əhatə olunmur. Əsas bizdə auditdir, reportingdir, financial controlling, accounting və reporting. Reporting üzrə işləyə bilərsiniz bu proqramdan sonra. Bir növ əslində accounting finance oxuyan yoldaşların əksəriyyəti bu proqramdan sonra rahatlıqla iş yerlərində müraciət edə bilərlər. Hətta proqramı müəyyən müddətdən sonra garantiya formasında iş yerlərinə təqdim etmək istəyirik ki, məsələn, normalda financial accounting imtahanı verir, orada sertifikat əldə edir, məsələn, müəyyən bir faiz əldə edir tələbə. Eyni şeyi biz burada yəqin ki, müəyyən müddətdən sonra tətbiq edəcəyik və artıq iş yerləri rəsmi olaraq bizim sertifikatları da tanıyacaqlar. Bu bizim planlardan biridir. Zakir, növbəti tərəfə keçə bilərik. Burada sualınız var gənclər, nəsə? Çox danışıram həmişə kimi. Nəsə sualınız varmı? Əvvəldə. ERA ilə bağlı. Bu hissədə. Mən çatı görə bilmirəm çox deyəsən. Ya da görürəm deyəsən. Suallarınızı olsa çata da yaza bilərsiniz. Cavablandırarıq sonradan. Belə başqa nəsə sualınız varsa buyurun bu hissədə. Belə bir sualım var mənim. Yes. Sadəcə bu kursun sonunda sertifikatdan savayı, yəni ki, referans kimi, yəni siz nəsə yaza bilərsinizmi bizim haqqımızda? Məncə bu daha yaxşı olar iş yeri baxımından. Yes, onsuz bizdə məqsəd odur. İndi biz məsələn proqramı qurtarandan sonra indi silsilə formada proqramlara keçdikdən sonra ən sonunda biz tələbələri imtahan edəcəyik, rəsmi imtahan. O rəsmi imtahanda müəyyən nəticələr əldə edəcək. Rəsmi imtahandan əlavə tələbənin davamiyyəti, ev tapşırıqlarını eləmək və s. bunları nəzərə alırıq. Məsələn, rəsmi imtahana uyğun məsələn tələbənin nəticəsi falan çıxacaq. Bu nəticə əslində bütün proqramı aşağı-yuxarı əhatə edəcək. Və proqram boyunca biz özümüz onsuz tələbələrlə işlədiksə, tələbələrlə danışdıqsa, onların artıq hansı potensial olduğunu hiss edirik. Və məsələn, məndən hal-hazırda iş yerləri, işçilər tələb eləyir. Mağaza kimi ERA məzunlarını artıq məndən tələb edirlər ki, ERA məzunlarını bizə göndər. Sadəcə ERA məzunları hələ ki çox yoxdur deyə mən onlara çox namizəd göndərə bilmirəm. Həqiqətən, məsələn, məndən hələ də cavab gözləyən var. 3 həftədir məndən cavab gözləyirlər. Hələ cavab verməmişəm ki, göndərəcək tələbə. Buna görə yaxşıdır məsələn. Və əslində elə biz onları, həmin tələbələri yönləndirəcəyik. Məsələn, nəticəyə uyğun olaraq deyəcəyik ki, məsələn, atıram, hansısa bir Big Ten şirkəti audit assistant axtarır. İstəyirsinizmi? Kimlər okey versə, həmin o namizədlərin CV-lərini şirkətlərlə paylaşacağıq. Okey? Əslində o bizim referansdan getmiş kimi olur artıq. Məndən onsuz şəxsi də soruşurlar ki, bu tələbə necədir? Ona uyğun mən feedback verirəm artıq həmin tələbə haqqında. Real feedback-i elə həmin o rekruter'a verirəm. Bu avantajdır əslində, çox güclü avantajdır. Okey, Nuranə, sual cavablandıra bildim. Bəli, sağ olun. Referens məsələsində onsuz mən artıq qarşı tərəfə deyirəmsə, tövsiyə edirəmsə, yazılı da verə bilərik, onun problem yoxdur. Onsuz məqsədimiz odur. Tələbələri çox güclü şəkildə hazırlaşdırmaq və sonradan referens vermək hansısa şirkətlərə. Good. Başqa nəsə sualınız var burada? Tofiq sual verib, hal-hazırda maliyyə 3-cü kurs tələbəsidir. FEI var, hazırda FR hazırlaşır. Hədəfi Big Four audit interndür. FR almadan bu təlimə qoşulmaq düz olarmı? Bu təlim necə təlimdir? Normalda bu təlim, indi birazdan detallı danışacağıq. Bizdə Excel hissəsi var, reporting hissəsi var, bir də audit hissəsi var. Audit hissəyə ümumiyyətlə bizdə demək olar FR lazım deyil. Audit hissə onsuz bizdə tam praktiki tərəfdir deyə audit assurance imtahanı verməsəz belə, F8-i verməsəz belə audit tərəfi başa düşəsiniz.
Əsas bir dənə reporting tərəfdə bəzi standartlar var. Məsələn, indi birazdan danışacağıq. Məsələn, IFRS 9-dur, financial instrumentlərlə bağlı. Sonra IFRS 15-dir, revenue standartıdır. Deferred tax-dir, hansı ki bu beləncə hardasa 4-5 dənə standartımız var. 3-4 dənə. 3-4 dənə standartımız var, hansı ki onu biz F3-də əhatə eləmirik. F3-də əhatə eləmirik. Onu amma sən elə proqram boyunca bizdən onsuz F tapşırıqları falan çox significant olmur şey. F tapşırıqları maksimum 2 saat ortalama vaxt aparır. Məsələn, həmin vaxtı öyrənə bilərsən. Normalda arzu olunandır ki, F-FR-ın olsun. Amma F-FR-ın yoxdursa, təlimə qoşula bilərsən, amma dediyim o standartlar var, 3-4 dənə standartlar. O standartlar vaxtı çox yaxşı azlaşmalısın. Okey, Tofiq? Elə dərslərinizdən birini aid nümunə göstərə bilərsinizmi? Proqramın görüşün sonunda, infosession sonuna yaxın biz artıq bir dənə qısa da olsa, tam bütün dərsi əhatə eləməsək, qısa da olsa bir dənə example üzərindən sizə göstərəcəyik hansı formatda olur proqram özü. Okey, Müəllim, Nizat? axşamınız xeyir. Hər vaxtınız xeyir. Müəllim, mən bilmək istəyirdim ki, hazırda sizin EFA qruplarınızdayam. Amma yeni başlamışıq və heç bir təcrübəm yoxdur. Mənim üçün uyğundurmu qoşulmaq? Yaxşı olar ki, F-arı verəsən, sonra proqrama qoşulasan. Artıq başlamısan F-arı. F-arı verməmiş qoşulmaq biraz çətinlik yarada bilər nisbətən. Ona görə biz tərəfdarıyıq ki... F-arı yox, mənim. Accounting başlamışam sizdən. F-yi başlamısansa, Nəzrin Abbasova deyəsən, F-yi başlamısansa, F-yi bitirməmiş proqrama qoşulmaq ümumiyyətlə məsləhət görmür. Biz onsuz götürməyəcəyik. Məsləhət görmür yox, biz onsuz həmin tələbəni qəbul eləmirik proqrama. Proqrama minimum F-yi, F-ar olsa lap yaxşı olar. F-arı olan tələbləri normalda cəlb edirik. Bir də PMS olanları. PMS onsuz imtahanı verən tələblər avtomatik F-arı cover edirlər. PMS və F-arı olan tələbləri cəlb edirik proqrama. Əgər məsələn tələbə gəlsə ki, mənim F-im yoxdur, proqrama qoşulmaq istəyirik, onu qəbul eləmirik. Çünki digər yoldaşlar hamısı F-ar veriblər artıq. Digər yoldaşlara, digər tələbələrə biraz haqsızlıq olur. Çünki o tələbələr normalda hazır şəkildə gəlirlər və praktiki tərəfi görmək istəyirlər. Amma məsələn, sən tutaq ki, qoşulsan, hələ accountingi tam bilmirsən, orada sənin accountinglə bağlı sualların yanılacaq. O sualları mən cavablandırırsam və yaxud da ki, mənim cavablandırırsa, digər tələbələrin vaxtı geçəcək. Ona görə gözləyirik ki, tələbə F-arı versin, ondan sonra qoşulsun proqrama. Okey? Oldu mənim, çox sağ olun. Buyur Nəzrin. Mənim F-arın cavabını gözləyənlər başlaya bilərmi? Yes, İslam. Təbii ki, başlaya bilər. Məncə sən başlayasan bu sesiyaya, yox? F-ar faizi rol oynayırmı? Yox. F-ar imtahanı vermişsənsə, proqramla tanışsansa, okeydir. Nicat, heç bir problem yoxdur. Ayda qoşula bilərsən. F-in var. F-ar PMS birlikdə hazırlaşırsan, yes, qoşula bilərsən. Orada heç bir problem yoxdur. Yes, İslam, yüksək səviyyədə. Gözəl. Başqa sualınız var? Bu hissədən. Lakin müəllim, növbəti slayta keçə bilərik, sizi də əziyyət verin. Yes. Bu haqda danışdım mı? Bir dənə baxım. Real work. Ümumiyyətlə, bayaq da dedim, tam praktiki təlimdir bizdə. Proqramın hardasa %80-90% praktikidir. Qalan 5-10% nəzəri hissənin üzərindən dərs əvvəlində keçirik. Məsələn, bugün nə bilim, inventor haqqında danışılsa, inventor nəzəri hissəsini 20, maksimum 30 dəqiqə üzərindən keçirik. Ondan sonra qalan hissəni tam praktiki кейslər üzərindən eləyirik. Başqa burada ERA-da bizdə nə var? Biz ümumiyyətlə burada xəyali bir şirkətimiz var ERA proqramında. Adı elə təlimdə MMC-dir. İndi inşallah təlimə qoşulsanız görəsiniz. Təlimdə MMC-dir şirkətin adı. Şirkətin sıfırdan accounting reportingini, auditini Excel üzərində eləyirik. Məsələn, sizdə bir şirkət var, onun trial balansı var, bir də general ledger var. Bütün accountingin olduğu, recordinglərin olduğu Excel fayl var. Biz hansı ki onu hazırlamışıq sıfırdan. Bax, o faylı üzərindən artıq siz bütün reporting necə olmalıdır, maliyyə hesabatları sıfırdan necə hazırlanmalıdır, rəqəmlər necə yığılmalıdır, məsələn, inventory, PP və s. və axır. Bunların hamısını detallı şəkildə Excel üzərində hər dərs izah edir. Məsələn, bir dərs inventory haqqında olur, 2 dərs property plant equipment haqqında olur, bir dərs intangible assetlər, başqa bir dərs lease haqqında olur. Məsələn, o hamısı bir şirkətin, hansı ki təlimdə MMC-nin sıfırdan elə bir xəyali bir şirkətdir. Biz qurmuşuq onun sıfırdan bütün datalarını. Hamısı real кейslər üzərindən bir növ biznesimiz var. O biznesi sıfırdan accounting, reporting,
audit eləmək necə olur, onu proqram boyunca izah edirik. Sıfırdan proqramı hazırlamışıq. Aydın məsələdir ki, burada ekspert olaraq mən və Zakir müəllim var. Bizim kifayət qədər məncə experience-imiz var. İndi özümüzü tərifləmək kimi olmasın. Big Four experience-imiz, industry experience-imiz kifayət qədər yuxarı çoxdur. Həm yerli experience var, həm də ki, beynəlxalq experience var. Bu bizə icazə verir ki, sizə ən yüksək səviyyədə proqramı keçək. İndi yəqin ki, Big Four-da işləmiş adamlar, plus industriyada görmüşük artıq. Həmin o ekspertlərin məsləhətləri, praktiki işləri necə eləmək lazımdır və s. və axır. Onları artıq real proqramda görəndə çox əməli təəssüratlarınız falan indi hiss eləyəsiniz ki, orada necədir, yəni təəssüratları çox yuxarı olacaq. Onu əmin edə bilərik sizə. Və proqram dedik, yeni eranın E'si demişdik Excel-deyiz. Biz ilk olaraq proqramda Excel-dən başlayırıq. Excel-də nələrimiz var? Excel-də bizdə ilk olaraq biz Excel-lə tanış oluruq. Excel hansı ki sən məsələn auditor kimi və yaxud financial analyst kimi, accountant kimi, reporting specialist kimi sənə Excel-də nələr lazım olur? Biz məsələn artıq 7-8-9 il işləyirik və bu sahədə ən çox hansı Excel funksiyonlar, Excel-də ümumiyyətlə nələr çox lazımdır iş vaxtı? Bax, onları biz Excel-də öyrədirik. İlkin olaraq ilkin Excel bilikləri. Bura nələr daxildir? Excel-in ümumi funksiyaları, bütün interfeysi falan. Sonra formulalar. Hansı formulalar daha çox istifadə olunan formulalar? Formulaların hər birini izah edirik. Və daha sonra shortcutlar. Məsələn, Excel-də işləyə bilərsiniz, amma Excel-i sürətli işləmək necə olur, onu biz göstərəcəyik. Excel-i daha necə sürətli işləyə bilərsiniz? Məsələn, başqa bir namizədin 2 saata görə biləcəyi işi siz hansı qısa həlli yollarla məsələn, yarım saata bitirə bilərsiniz və yaxud 1 saata bitirə bilərsiniz. Bax, elə efficient şəkildə işləməyi biz Excel-də sizə izah edəcəyik, Excel hissəsində. Burada funksiyalar, formulalar, plus shortcutlardan istifadə edəcəyik və bu Excel təlimi tam nəzəri təlim deyil. Biz burada məsələn formulaların üzərindən tez sürətli keçəcəyik. Ondan sonra həmin o formulaları real datalar üzərində tətbiq edəcəyik. Formulalar, shortcutlar və s. və axır və bunların ev tapşırıq hissəsi də olacaq. Sizə ev tapşırığı verəcəyik, sonra o ev tapşırıqları sizinlə müzakirə edəcəyik. Bu belə. Sonra orada məsələn Excel-də final output-u necə analiz etmək lazımdır. Qısa həmin hissədə danışacağıq. Çox danışmayacağıq o hissəni, amma qısa orada da var. Əlavə olaraq formatting falan məsələlərinə baxacağıq. Excel-də faylı daha qəşəng necə formatda eləmək olar və s. və axır. Bunu Excel modelda danışırıq. Excel model bir növ Excel-in öyrədilməsidir sizə. Excel-i məsələn tam advanced səviyyədə VBA falan öyrədək və s. və axır. Çox o hissəyə ehtiyac yoxdur. Çünki Azərbaycanda çox yerdə VBA istifadə olunmur hələ. Sizə minimum hansı qabiliyyətlər lazımdır və onu necə sürətli eləmək olar, biz onları öyrədəcəyik Excel-dən. Demək olar, əksəriyyət formulaları istifadə olunan, əksəriyyət shortcutları və s. Okay? Bu olur Excel partı. Excel-i bitirəndən sonra, hansı ki bu birinci moduldur, ikinci modul bizdə başlayır reporting. Hansı ki eranın ikinci hərfi R. Reporting bizdə başlayır, ilkin debit krediti bir dərs, bir case üzərindən edirik. Məsələn, bir şirkətin bir 10-15, 20, 30 dənə transaksiyaları olur. O transaksiyalarda ilkin olaraq debit kreditini sürətli şəkildə edirik və müəyyən transaksiyaları biz Excel üzərində yığırıq. Onların general ledger-ni hazırlayırıq, sonra recordinglərini edirik. Sonra həmin o hissədə financial statement hazırlayırıq. Amma bu çox qısa hissəsidir. Hardasa 2 saatlıq hissədir. Daha sonra reporting başlayır bizdə conceptual framework-dan. Burada biz IFRS 18 haqqında danışırıq. IFRS 18 nədir, necə tətbiq etmək lazımdır. Burada sürətli şəkildə financial statementlar haqqında qısa danışırıq. Financial statementlər hansı formatdadır. Və IFRS 18 və financial statementların presentationdan sürətli danışandan sonra başlayırıq əsas reportinga. Reporting isə başlayır bizdə standartların üzərindən review. İlk olaraq məsələn bir standart hansı standartdır? Məsələn IS2 inventory standartı. Mən məsələn bugün gəlib sizə IS2 inventory haqqında danışanda gəlib F3-də F7-də olduğu kimi nəzəri hissələrdən danışmıram. Bunu artıq expect edirik ki, çox hissəsini siz bilirsiniz. Nəzəri hissəsi üzərindən artıq 20-30 dəqiqə keçirik, amma çox hissəsini siz bilirsiniz deyə expect edirik. Biz artıq real bir data üzərindən inventory-ni sizə necə accounting eləmək lazımdır Excel üzərində. Onun reportingi necə olmalıdır 2 nömrəli standarta görə. Və auditi necə olmalıdır, onun hər birini biz inventory üzərindən izah edirik. Məsələn, inventory-də
nə var bizdə? Inventory ilkin olaraq TBGL reconciliation'dır, trial balance GL reconciliation'ı. Sonra sonra FIFO AFCO method recalculation Excel üzərində. Daha sonra NRV calculation, NRV case'ləri, real case'lər olur orada. Məsələn, hansı inventara zərər dəyir, dokumentinə baxırıq və s. və axır assessment edirik, orada individual judgment-dan istifadə edirik. Sonra inventory yadınızdadır, məsələn, biz deyirik həmişə disclosure notları falan hazırlamaq lazımdır. Bizim əlimizdə olan inventory register var, hansı ki inventory breakdown deyirik. O inventory breakdownumuz böyük bir breakdowndur. O breakdownla hərəkətləri analiz edirik. Daha sonra breakdown üzərindən reconciliationlar edirik, financial statementlara. Əlavə olaraq breakdown üzərindən disclosure notlar hazırlayırıq. Əlavə olaraq həmin o inventorydə audit adjustmentlara ehtiyac varsa, audit adjustmentları post edirik və burada bu reporting hissəsidir. Və bunun audit hissəsi necə olacaq? Biz inventorydə hansı audit prosedurları eləməliyik? Onların hər birini real case'lər üzərindən Excel üzərində edirik. Məsələn, Big Four-da adi indi işləyən yoldaşlar bilmirəm burada var yoxsa yox. Məsələn, siz Big Four-da işləyəndə, mən məsələn və ya Zaki müəllim, biz Big Four-da işləyəndə inventory necə test edirdik auditor olaraq? Həmin o real praktiki şeyi gəlib inventory üzərində eləyəcəyik. Hansı ki, real datamız var artıq bizim, təlimdən öncənin inventorysi var. Və bu inventory necə test eləmək lazımdır, auditor gəlib necə test eləməlidir, onu biz gəlib eləyirik. Hansı ki, bunu inventory dərsində keçirik. Deməli, inventory'nin accountingi, reportingi və auditini bir dərs boyunca tələbəyə izah edirik. Belə sizə çətin gəlməsin, əslində praktiki göstərəndə daha rahat olur, tələbə daha rahat başa düşür. Bu təkcə inventory üçün yox, property plant equipment üçün keçərlidir. Sonra intangible assetlərimiz var, biological assetlərimiz var. Daha sonra IFRS 15-ə görə revenue-nun tanınması, 5 step. Sonra lease kontraktları, deferred tax-in hesablanması, income tax məsələləri, loan, financial instrumentlərdə loan, cash, payable, receivable, prepayment. Bunların hər birinin real reportingi və auditi, hansı ki, bayaq inventory üzərindən danışırdım, bu hər biri üçün keçərlidir. Bunların hər birini eləyəcəyik, praktikada eləyəcəyik. Və bunların hər birinin dataları olacaq bizdə. Bu datalar, real datalar üzərindən işləyəcəyik. Əlavə olaraq onu da qeyd edeyim ki, bu dataları, bunları eləyirik hər birini asasda. İndi bunların disclosure notlarını və s. və hər birini yığıb qutarandan sonra başlayacaq maliyyə hesabatları yığmağa. Sonra trial balance məsələn bizdə olacaq, onun mappingini eləyəcəyik, financial statementları sıfırdan quracağıq, statement of financial position-ı, P&L-i, bizim o təlimdən öncənin financial statementlarını quracağıq. Statement of profit and loss-unu, financial position-ı, cash flow statement-ını, statement of change in equity-sini, bütün financial risk management notqasını, disclosure notlarını, digər bütün disclosure notları, audit adjustmentları post eləyəcəyik. Və bunun əsasında özümüzdə bir working trial balance olacaq. Buna auditorlar working trial balance deyirlər. Hansı ki, bütün şirkətin bütün datalarını, financiallarını gətirib oraya yığırıq. Working trial balance'ı eləyəndən sonra hər bir working paper'ın auditini elədikdən sonra biz başlayırıq hesabat yığmağa. Real audit hesabatı. Yadınızdadır biz göstərdim dərsdə falan ki, audit hesabatı necə olur. Bax, o audit hesabatını real sıfırdan deməyim, bir hissəsini biz əvvəlcə hazırlayacağıq. Real necə yığmaq lazımdır və Excel-dən məlumatları necə transfer etmək lazımdır financial statementlara və financial statementa, daha doğrusu audit hesabatına. Audit hesabatına transfer edəndən sonra nələrə baxmaq lazımdır, hansı analitikanı eləmək lazımdır, events after reportingə baxmaq lazımdır, yoxsa yox. Daha sonra going concern assessment eləyəcəyik, materiality hesablayacağıq sizlə, praktiki şəkildə materiality hesablayacağıq. Sonra financial statementlarla disclosure notlar arasında reconciliationlar eləyəcəyik. Dedik, financial statementin analitikasını eləyəcəyik. Bu olacaq bizim ümumi audit tərəf plus reporting tərəf. Proqram ümumi burada reporting və audit bu formatda olacaq. Siz deməli burada həm bir növ F7-nin praktiki tərəfini görəsiniz. Əksəriyyət vacib standartların, hardasa bir 15 dənə ən azı standart üzərindən gedəcəyik. Əlavə olaraq auditin praktiki tərəfini görəsiniz. Məsələn, F8 verən yoldaşlar onun artıq məsələn praktiki tərəfini tam görəcəklər ki, audit prosedurları necə olur. Biz məsələn prosedurlarımız olacaq, o prosedurların hər birini working paper'larda tətbiq edəcəyik. Və maraqlı bir tərəf də var. Burada Excel trial balance breakdownlardan əlavə bizdə dokumentlər də var. Məsələn, tutaq ki, biz sizin məsələn icarə müqaviləniz var. Bu icarə müqaviləsini necə praktikada icarə müqaviləsi üzərindən IFRS 16
hesablamaq lazımdır. Biz onu orada danışacağıq. Müqaviləmiz olacaq PDF versiyada imzalanmış. Həmin o müqavilədə hansı datalara baxmaq lazımdır? IFRS 16-nın calculation'ı falan necə olacaq? Biz onu danışacağıq. Okay? Bu oldu Gənclər New Era'nın ümumi məntiqi məğzi. Burada nəsə sual varmı? Bəlkə beyninizdə qalıb ilişən bir sual. Sualınız varmı Gənclər? Yes. Məqsəd odur ki, nəzəriyyəni praktikada tam tətbiq eləyəsiniz. Və bunu bir şirkət kimi fikirləşin bu təlimi. Şirkətdə bir növ təcrübə keçmiş qədər olasınız. Təlim müddəti hardasa 40 saatdır hal-hazırda təlim müddəti, 40 saat. O da 2 ay yarım, 3 ay fikirləşib ortalama. İndi orada bəzi həftələr dərs olmaya bilər, bəzi günlər. Ortalama 2 ay yarım, 3 ay ərzində tam bütün bu məlumatların hamısını sizə verəcəyik. Başqa sual? Həftədə 2 dəfə olur. Həftədə 2 dəfə olur. Hal-hazırda 4-cü və bazar günlərdir. Ola bilsin növbəti vaxtlarda başqa günlərdə də olsun. Hələ ki 4 və bazar gedirik. Növbəti proqramımız məsələn bu həftə başlayacaq. 4 və bazar günləri. Hər dərs ortalama 2 saat. 2 saatdan çox olmur hər dərs. Başqa sualınız varmı? Buyurun Gənclər, aktiv olun. Başqa nəsə sualınız varsa buyurun deyin gəlsin. Biraz çox danışdım. Çalışdım bütün hamısını əhatə edeyim. Yeni qruplar hansı sıxlıqla açılır? Biz expect edirik ki, yeni qrupları 2 aydan bir, 2-3 aydan bir başladıq. Bir növ session kimi. Məsələn, yayda qrup açacağıq. Yəqin ki, bu qrupumuz indi martda başlayır, növbəti qrupumuz. Artıq 3 qrupumuz bitib. Növbəti qrupumuz martda başlayır. Ondan sonraki qrup yəqin ki, iyun ayının sonuna yəqin ki, planlaşdırılacaq. İslam 4-cü və bazar günləri. Bizə 2 dənə İslam var burada. Növbəti təlim, bizim bu təlimimiz, növbəti təlimimiz martın ortası başlayacaq. Digər təlimimiz isə iyunun sonu hardasa başlayacaq. Vergi bəyannamələri məsələsi, vergi tərəfində bəyannamələr hissəsini hələ ki daxil eləməmişik, bəyannamələrin reconciliation və s. Amma əmək haqqı məsələsi, əmək haqqı breakdownu falan var. Məsələn, expense testingdə əmək haqqı hesablaması var. Biz məsələn auditor olaraq bizə payroll register verirlər, expense register'ı. Həmin o register'da hesablamalara falan baxacağıq nəzəri tərəfdə. Daha doğrusu düzgün hesablayıblar yoxsa yox. Orada məsələn use vacation hesablaması necə olur, expense testing necə olmalıdır, onu izah edirik. Məsələn, təsəvvür edin, HR departamenti bizə əmək haqqı registrını verir. Onun düzgün hesablanıb hesablanmamağını recalculate edəcəyik. Sonra orada testinglər olacaq ki, həqiqətən bu işçilər məsələn işləyirlər, işdən çıxan məsələn həqiqətən çıxıbmı, ona maaş ödənilirmi və yaxud işə girənə maaş ödənilirmi və s. və s. Neçə il iş təcrübəsi ilə maksimum qoşulma olar? İş təcrübəsinə də fərqi yoxdur. Ümumiyyətlə iş təcrübəniz yoxdursa da təlimə qoşula bilərsiniz. Nəzəri biliyiniz varsa, praktiki tərəfi biz əldə edəcəyik. Xaricdə bu biliklər kömək olarmı? Yes, arası. Xaricdə indi işlədiyin şirkətdən asılı olacaq. Məsələn, normal production şirkətində, industridə, hansısa bir industridə işləyirsənsə, bu məlumatlar 100% sənə kömək edəcək. Hətta bizdə birinci qrupda məsələn, Almaniyadan qoşulan tələbələrimiz var idi. Lüksemburqdan özündən qoşulan tələbələrimiz var idi. Məncə Polşadan da var idi, səhv eləmirəmsə. Başqa İsveçrədən də var idi deyəsən. Fərqli ölkələrdən tələbələrimiz qoşulurdu qrupa. Yəni, reporting audit hər yerdə eynidir aşağı yuxarı. Məsələn, mən burada gəlib Lüksemburqda reportingi necə edirəm, Bakıda nə öyrənmişəmsə, burada eynisini tətbiq edirəm. Və biz proqramı Big Four Experience əsasında qurmuşuq. Ona görə burada öyrənəcəyiniz nəsə sizə Avropada da kömək edəcək. AI ilə bağlı gələcəkdə fikir var. Hələ ki, qrupları normal şəkildə bir neçə qrupu davam edəcək. Yəqin ki, orada AI ilə bağlı avtomatlaşdırma yox, məsələn, vizualizasiya planda var bir hissədə. Ola bilsin, məsələn, hesabatları azlayandan sonra müəyyən qədər vizualizasiya eləyə bilər. Məsələn, Power BI vasitəsilə məndə müəyyən qədər Power BI experience var.
Onu biraz da təkmilləşdirib məsələn proqrama daxil edə bilərik. Salam müəllim, bir sual vermək istərdim. Buyur. Elə proqramın adı ilə əlaqəli idi əlaqəli idi əslində. Həm də yoldaşımız da AI vurğuladı. AI-ın inkişafı gələcəkdə mühasibatlıq, maliyyə, audit sahələrinə yəni mənfi təsir edə bilər. Mənim məsəl üçün işdə bir iş yoldaşım var auditor. Yəni o özü bildirir ki, 5 il önümüzdəki 5 ildə yəni bu sahələr öləcəkdir bu AI-ın inkişafına görə. Sizcə necə? Yes. AI deyim iş yerlərini müəyyən qədər azaldır. Amma AI əslində AI-yə siz təhlükə kimi yox, opportunity kimi baxmalısınız. Mən özüm elə baxıram məsələn. Bu dəqiqədə işdə məsələn müəyyən qədər avtomatlaşdırma işlərinə girişmişik. Mənim artıq bu məsələn reporting, məsələn burada deyim də, reporting, audit, accounting biliklərimi istifadə edən şirkət avtomatlaşdırma işi eləyir. Artıq mən burada əsas fiqura çevrilmişəm. Bu da belə olacaq. Müəyyən müddətdən sonra sənin artıq texniki biliklərin var. O texniki bilikləri tətbiq eləyə biləcək, texniki bilikləri olan adama ehtiyac duyulacaq ki, AI tətbiq eləsinlər. İş yeri müəyyən qədər azalacaq, amma sən deyim, accounting, reporting və s. və axır bu işlər həmişə var. Və məncə aşağı yuxarı növbəti 10, 15, 20 ildə ən azı olacaq. Hətta bəlkə də çox. Bu işçilərə həmişə ehtiyac olur. Normalda ən rahat iş tapa biləcəyi sahələr bu sahələrdir. Oldu müəllim, bəs indi özünüz də deyirsiniz ki, o zaman AI-dan istifadə barəsində özümüz necə inkişaf edək? Yəni onun üçün bir kurslar gələcəkmi və yaxud da bu new era içində AI ilə işləməyə aid promptlar və s. necə eləyəcəyimizi göstəriləcəkmi? Sən belə deyim, reportingi, accountingi, məsələn auditi və s. bilirsənsə nəzəri tərəfini, onu AI dediyim məsələn nədir? Məsələn, bugün AI toolları çoxdur. O algoritmləri sən AI-yə versən, nə bilim, bir həftəyə istədiyin şeyi öyrənə bilərsən. Əsas odur, o nəzəri bilik və praktiki biliyin olsun səndə və sistemə nə lazım olduğunu verirsən və o sənə sonda output-u verir. Anladım müəllim, çox sağ ol. Buyur. Baxaq ki, nə var burada başqa suallardan. Zakir müəllim, suallara cavab vermək istəyirsə, mən çox danışıram. Hansı suallara cavab vermək istəyirsə, buyurun. Bu kursda AI məsələsinə bağlı mən də bir dənə əlavə edeyim. Buyur. Şaban deyildən çox razıyam. Yeni şirkətlərdə də Azərbaycanda, məsələn, xüsusən bizim işlədiyimiz şirkət AI development-a başlayıb, ardından məsələn machine learning departamentləri açılıb. Azərbaycanda da bu öz təsirini göstərir və şübhəsiz ki, iş sektoruna təsir edəcək, accounting-ə xüsusən. Mən orada fikirləşirəm, təkcə mən yox, onunla bağlı araşdırsaz görəcəksiniz ki, McKinsey-nin, nə bilim, BCG yeni researchlər var ki, hər sektoru müəyyən qədər vuracaq. Yəni dünyada elə bir sektor olmayacaq ki, biz deyək ki, AI buna təsir edməyəcək. Yox, elə bir sektor yoxdur. Həkimlikdən tutmuş ən bütün istənilən sektordan, məsəl üçün kafedən, ofisanta belə təsir edəcəkdir, misal üçün deyirəm. Burada prosto, məsəl üçün, biz real automation edirik praktikada və orada görürəm, şirkətdən gələcək, məsəl üçün, accounting və reporting daha çox şey keçəcək. Yəni, daha çox keçir, Azərbaycanda belə keçməyə başlayır böyük şirkətlərdə. Daha analytical və daha analiz tərəfi keçir. Yəni, nəyəsə oturub özünüz debit kredit vurmaq yerinə hər şey avtomatik olur və siz rezultatları analiz edib şirkət növbəti illərdə necə actionlar almalıdır, necə hərəkət etməlidir, necə özünü aparmalıdır, bir növ onlar başlayırsınız işləməyə. Yəni, reportingin gələcəkdə, mən bilmirəm, Şamil bəlkə də razılaşır, mənə reporting gələcək daha çox analytical və forecast tərəfə doğru gedir. Çünki əsas məqsəd hər şeyi automation edib, finance-ı analytical tərəfə çəkməkdir. Çünki get-gedə xaricdəki şirkətlər bunu çoxdan başa düşmüşdür, amma Azərbaycandakı böyük şirkətlər başa düşür ki, reportingin işi təkcə report eləmək olmamalıdır. Çünki reporting hər şeyi görür deyə, əslində reporting çox şeydə kömək edə bilər. Harada zəiflik var, harada opportunity var, harada şirkət risk görür. Onların hamısını cover edə bilər. Ona görə böyük şirkətlər bu tərəfə doğru gedir. Məsələn, acı üstədiyim şirkətdən example gətirə bilərəm. Bu əslində reportingi və accountingi daha maraqlı edir. Yəni, AI-ın düzdür, drawbackləri var, amma gətirdiyi çox yaxşı opportunitylər də var ki, bu finance sektoru təmiz başqa yerə apara bilər də gələcəkdə. Daha, dediyim kimi, analytical yerə apara bilər. Ona görə AI-dən qorxmayıb. Məsələn, AI çıxanda mən də birinci dəfə açıq danışdım, özüm qorxurdum ki, bəs nə olacaq?
Amma sonra o AI-nin üstünə baş yorub hər gün istifadə edədiksə, nə prompt necə yazılmalıdır, automation necə olmalıdır, nə müxtəlif automation tool'lar vardır. Onları tətbiq edəcəksə görürsən ki, əslində yox, AI-nin gətirdiyi çox müsbət şeylər var. Ya bir növ necə deyirlər, o qatara minib getmək lazımdır onun arxasınca. Çünki əks halda qatar gedəcək və biz arxada qalacaq. Ona görə o qatara biz də qoşulub AI ilə bir yerdə getməliyik ki, gələcəkdə o finance drive edə bilək. Təşəkkürlər Zakir bəy. Mən aşağı yuxarı, yəni bu McKinsey кейsləri falan, araşdırmalar falan onlar kifayət qədər məncə faydalıdır və düz deyirlər əslində. Bu və qatar söhbəti əslində yaxşı example-dır. Qatara minib getmək lazımdır yəni bir yerdə. Qatarın qabağına çıxsaq o bizi əzib keçəcək. Ona görə AI-yı bir növ düşmən yox, dost kimi görmək lazımdır. Opportunity-lərdən istifadə etmək lazımdır. Sadəcə burada reporting, accounting biraz əvvəl ənənəvi üsullarla, məsələn, lap əvvəllər dəftərdə yazılırdı, sonra Excel-ə köçürüldü, sonra ERP sistemləri yaradıldı. İndi başqa bir versiyaya çevrilir. O versiyaya uyğunlaşmaq lazımdır. Əksəriyyətinizdə cavan insanlarsınız, tələbəsiz və yaxud nə bilim, yaşınız da çox deyil. Hələ də öyrənə bilirsiniz. Onlara özünüzü uyğunlaşdırıbsınız, o formatda gedə bilərsiniz rahatlıqla və kifayət qədər fərqlənə bilərsiniz bazardan. Amma Avropada avtomatlaşdırma gedir. Böyük şirkətlər ümumiyyətlə hamısında avtomatlaşdırma hamısında var. Amma balaca şirkətlərdə hələ də bəzən də ümumiyyətlə avtomatlaşdırma getmir. Hələ də ənənəvi yollardan istifadə edirlər. Məsələn, bizdə adi Lüksemburqda ənənəvi üsullardan istifadə edən kifayət qədər şirkət var. Hətta %80 şirkət ənənəvi üsuldan istifadə edir. Accounting-i sadə hesabatlar, sadə şeylər ERP sistemlərində hazırlayır, reporting edir. Hamısı hələ ki avtomatlaşdırılmayıb. İşçilərin münasibəti, burada var idi sual. İşçilərin münasibəti baxır, bəzi işçilər qorxurlar ki, AI bizim işimizi əlimizdən alacaq. Amma bəziləri də opportunity kimi istifadə edib AI ilə bir yerdə daha da yüksəlirlər. Okay. Başqa sual? Başqa sual Zakir, mənim orada suallardan hansısa birini cavablandırmaq istəyirsiniz? Suala baxıram, biri AI-dir. İPSS-in sonunda voucher imtahanı olacaqmı? O planda var, deyəsən Tofiq soruşmuşlar. Yes, imtahan olacaq. Planda var, onu sizlər qrupa atacağıq, qrupda paylaşacağıq, ona uyğun məlumat verəcəyik onunla bağlı. Onunla bağlı məlumat verəcəyik. Başqa nəsə sual varmı? Sonra Nizatdan maraqlı sual gəlib. Siz nə addımlar atırsınız AI barədə bilmək olarmı? Biz? Biz. Yes. Mən ümumiyyətlə Power BI-yi məsələn vizualizasiya olaraq öyrənmişdim. Sonra SQL kurslarına biraz qoşuldum avtomatlaşdırma üçün. Tanışlarımız var hansı ki bizdən məlumatlar falan paylaşırlar. Bir də məsələn hal-hazırda AI məsələn ChatGPT-də, Gemini-də falan da onlardan istifadə edib kodları heç öyrənməyə ehtiyac yoxdur. Məsələn bəzi şeyləri mən ona order olaraq verirəm, o mənə kodu verir. Mən artıq kodingi falan da öyrənmirəm. Elə ondan istifadə edirəm. Bəzi mənolları məsələn onun sayəsində yazırıq. Bizdə də məsəl üçün praktikada necə olur? Nicat, bizim şirkətin əsas targetimiz olsun. İndi bu dəqiqə o deməkdir ki, financial statementlar avtomatik birbaşa çıxsın sistemdən. Çünki bizdə automation flow-na keçmişik və yekunlaşdırmaq istəyirik ki, birbaşa FS çıxsın sistemdən. Onun məsəl üçün praktikasını edirik və prompt-u məsələn mən bilmirəm. SQL bilirəm, amma çox detallı bilmirəm. Məsəl üçün o praktikada necə yazılmalıdır. Şamanın dediyi orada çox yaxşı pointdir ki, əsas prompt necə yazılmalıdır onu bilməlisiniz. Yəni ki, siz ChatGPT-nin Gemini-yi necə istifadə etməlisiniz? Onlara nə verməlisiniz ki, necə danışmalısınız ki, sizə lazım olan datanı versin, lazım olan informasiyanı versin. Onun da ən yaxşı yolu praktikada işlətməkdir. Yəni günlük lazım olsa olmasa belə praktikada AI ilə belə işləməlisiniz ki, başa düşəsiniz ki, hansı promptda adama dedim AI-yə siz necə sorğu eləməlisiniz ki, o sizə necə cavab versin. Əsas məsələ AI-dən düzgün cavab almaqdır. Onun üçün də əslində praktiki tərəfi bilməli. Yəni misal üçün siz maliyyədə IFRS-lə bağlı nəsə almaq istəyirsiniz, sonra mütləq IFRS-i özünüz bilməlisiniz ki, bir onun verdiyi cavabı challenge edə bilərsiniz. Bir də ki, onun düzgün şey soruşa bilərsiniz. Yəni ki, bu ikisi bir yerdə birləşir. Nəsə bilməlisiniz ki, nəsə dalasınız. Bir yerdə vəhdətdir də. Sonra əsas üstünlük reportinqə veriləcək, yoxsa auditdə, yəni saat baxımından.
Saat baxımından. Saat baxımından əslində burada acılıq hissi necə gəlir? Yəni auditdə zaten istəyirsən Şamal, mən qısa komment bildirim, sonra Buyur, əlavə buyur. olmasa sən deyəsən. Uşaqlar burada acılıq hissi necə gedir? Zaten birinci reportingi misal üçün atıram, IFRS 16-da birinci IFRS 16-nın praktikada necə işləndiyini bilməliyik ki, sonra auditə keçib gedib bunu yoxlayaq. Yes. Yəni təbii olaraq reporting biraz daha çox olacaq. Çünki reporting hissəsi təbii olaraq daha çoxdur. Çünki birinci IFRS 16-dan başa düşəcəkdir orada və praktikada şirkətlər necə tətbiq etməlidir. Sonra audit sectionında gedib onu necə yoxlayırıq, ondan danışırıq. Misal üçün oturam, bu məlumatları aldıq, bu sənədləri aldıq, bu prosedurları yerinə keçirdik. Misal üçün assertionlar olur. Orada composite üçün bunu eləyəcəyik, accuracy üçün bunları elədik. Bunlar bir-birindən ayrı-ayrı modul olaraq ayrı-ayrı, amma bunlar bir-birinin strictly ayrı bir şey kimi fikirləşmir. Bunlar əslində bir-birinin arxasında gələn prosedur. Şamal, əlavən varsa sən. Yes, elə sən dediyin kimidir. Mən elə fikir versəz reportinglə auditi ikisini bir yerdə danışdım. Heç o birisi audit slaydına keçmədim. Reporting hissədə həm reporting həm auditi danışdım. Çünki bunlar ikisini bir yerdə eləyirik. Məsələn, sənin dediyin kimi IFRS 16-nın lizini reportingi IFRS 16 öyrənirik nisbətən 20-30 dəqiqə ərzində refresh edirik. Ondan sonra liz reyestrı necə götürmək lazımdır müştəridən. Daha sonra liz reyestrı götürəndən sonra hansı dokumentlərə baxmaq lazımdır. Trial balance-da, GL-də hansı expense-lərə baxmaq lazımdır ki, orada icara xərcləri ola bilər. Bütün o xərcləri falan hamısını analiz edirik. Ondan sonra artıq liz kontraktlarını müəyyənləşdirəndən sonra baxırıq o kontraktların hər birinə ki, hansılar IFRS 16-nın skopuna düşür. Bu reporting hissədir. Və müştəri onu düzgün hesablayıb yoxsa yox. Bizə bəzən müştəri onu düzgün hesablayacaq, bəzən səhv hesablayacaq. Biz ona uyğun hesablamanı təzədən özümüz eləyəcəyik, recalculation eləyəcəyik. Bunlar artıq audit prosedurlardır. Recalculation elədik, yoxladıq ki, o düzgün tanıyıb right of use asseti, lease liability, interest expense və s. beləxır. Ondan sonra lease kontraktlar analiz edəndən sonra məsələn auditin digər tərəfi başlayır. Məsələn nə? Disclosure notların yığılması, right of use asseti, onun amortizasiyası, disclosure notları necə yığılır? Bu disclosure notları yığandan sonra audit adjustmentlarda post edib, həmin o rəqəmlərin hamısını transfer edib working trial balansa və məsələn right of use asseti, lease liability artıq section'ını financial statement'da bağlayırıq. Və bundan sonra da həmin o məlumatları audit hesabatına köçürürük, orada yekunlaşdırırıq bu hissəni. Və burada vəhdət, ikisi bir yerdə vəhdət şəkildədir. Yəni tam reporting ayrı, audit ayrı deyil. Biz reporting eləyirik, həm də audit prosedurları cover edirik. Hansı ki, bunu Azərbaycanda belə edirlər. Məsələn, Big Four-da sən gedib, məsələn, lizi yoxlayanda biz burada nə öyrədiriksə, siz də gedib praktikada aşağı yuxarı %80'ni minimum burada öyrədirik. Gedib siz %80'ni tətbiq etsəz, kifayət qədər fərqlənəsiz onsuz. Çünki %80 nəyə götürürəm? Bəzən əlavə prosedurlar edirlər, hansı ki, Big Four-dur deyə daha çox prosedur eləməyə çalışır. Ona görə qalan 20%-i bəzən əlavə edirlər. Amma biz məsələn çalışırıq %80'ı cover edək. Gözəl. Başqa sual varmı? Ağas, sənin sualına WhatsApp-da cavab verərəm. McKinsey ilə bağlı sual var. Bizə qonağımız var idi. Turan bizim qonağımız. Bizim ERA bilim məzunudur artıq. ERA-nı bitirib. Sonra öz təəssüratlarını paylaşmaq istəyirdi. ERA Info Session-da. Buyur Turan. Salamlayıram Şamal müəllim, Zakir müəllim. Digər iştirakçıları da salamlayıram. ERA təliminin ilk məzunlarından biriyəm. Yəni sevinirəm ki, ilk məzunlarından biriyəm. Hazırda Baker Tilly şirkətində audit mütəxəssisi kimi çalışıram. Təlim haqqında düşüncələrimi istəyirəm sizlə bölüşüm. Ümumi necə oldu, qərar verdim ki, ehtiyac duydum belə deyə də bu təlimə. Daha çox belə deyək, hətta yadıma gəlir ki, belə bir təlim yox idi, hardasa bir il qabaq falan Şamal müəllimə Instagramdan yazmışdım ki, yəni belə bir təlim axtarıram, Azərbaycanda tapa bilmirəm də praktiki tərəfini öyrədən. Yəni daha çox FSF7 təlimləri var, onlar imtahanı vermək olur, belə deyə də kurslar çoxdur, amma praktiki iş öyrədən, yəni təlim tapmaqda çətinlik çəkirdim. Həmin ərəfədə təəssüf ki, hələ proqram hazırlanırdı. Yəni əvvəldən də belə başa düşdüm ki, bir neçə il öncədən artıq planlaşdırılırdı. Yəni çünki zaman tələb edən bir təlimdir həqiqətən də. Çünki yəni bir şirkət üsulunda bu qədər əməliyyatları eləmək, real işə belə deyə də imitasiya eləmək asan deyil. Nəyisə nəzəri izah eləmək daha asandır. Daha əgər nəzəri biliklər varsa, amma praktiki bu cür belə bir təlim eləmək həqiqətən də çox böyük zəhmət tələb edir hazırlamaq.
Elə qismət oldu ki, mən işə girəndən sonra belə deyək də təlim başladı, amma tam yerində başladı. Çünki çox ehtiyacım var idi ki, işdə tətbiq olunanları belə deyək də daha dərindən öyrənə bilim, mənimsəyə bilim və tətbiq eləyə bilim, həm də praktiki tərəfini. Praktiki tərəfini belə deyək, hətta deyərdim ki, yəni təlim boyunca olan elə yəni belə deyək standartlar var ki, yəni işdə tətbiq eləməmişəm, amma təlimdə gördüm. Məsəl üçün IFRS 16-nı mən işdə hələ ki məndə olmayıbdı, o hissə işləməmişəm, amma təlimdə artıq onu işlədim. Belə deyək, digər belə standartlar da var. Taxation özü olsun. Mən məsələn işdə işləməmişdim onu. Belə boşluqlar hiss eləyirdim özümə. Düzdür, işdə indi mühit elə olur ki, insan sual soruşa bilir, köməkləşir, sən eləyirsən, amma yenə də insan mütəxəssis olmaq üçün ehtiyac duyur bu cür təlimlərə. Ümumi təəssüratlarım çox pozitivdir deyə bilərəm. Normalda mən çox təlimə qatılmışam. Yəni elə təlimlər ümumi müxtəlif istiqamətlərdə, təkcə maliyyə sahəsində yox və 90% hallarda axırı istədiyim kimi bitmir. Yəni böyük əksəriyyəti çünki gözləntiləri qarşılamır. Yəni hazırlıq səviyyəsi zəif olur. İlk başda insan bunun fərqində olmur. Təlim keçəndə irəlilir. Amma yəni yeganə təlimlərdəndir ki, nə gözləyirdimsə oldu da. Yəni real datalar gözləyirdim ki, şirkət üzərində real olsun, oldu. Working paperlar gözləyirdim ki, real iş mühitində necə işləyirlər. Yəni Big Four-da kiməsə maraqlıdırsa, yəni sabah işə girsəm və yaxud işə girənlər də mən işləyə-işləyə hələ, yəni iştirakçıyam da belə deyək, təlimdən faydalanmışam. Kimlərsə maraqlı gəlir ki, yəni real işə girdim mən necə səhər gəldim işə nə edəcəm və yaxud axşama kimi nə edəcəm, hansı faylları işləyəcəm, necə işləyəcəm. Yəni real görmək istəyənlər varsa, kənar audit sahəsini, yəni birəbir eynidir. Deyərdim ki, yəni təlimdə gördüyüm, öyrəndiklərimi birəbir yəni işdə tətbiq eləyirəm. Yəni demək olar ki, eynidir. Yəni Big Ten mən işlədiyim şirkət, yəni Big Ten gedir, Baker Tilly. Yəni Big Four-da da bildiyim qədərilə buna bənzər formada olur. Nişan müəllim qeyd elədi, biraz orada dokumentasiya daha sərt ola bilər və yaxud audit prosedurları daha çox ola bilər bəzən, amma yəni böyük əksəriyyətlə yəni məğz olaraq eynidir. Təlim haqqında ilkin mərhələdə yəni bunları demək istəyərdim ki, kimsə praktiki əgər maraqlıdırsa, həqiqətən iş stajı kimi bir təcrübə qazanmaq istəyirsə, yəni təlim olaraq yox da, yəni iş stajı kimi düşünə bilərsiniz. Çünki verilən tapşırıqlar həqiqətən yəni mən 2 qat işləyirdim. Yəni işdən gəlirdim, bir içində gecə smeni oturub işləyirdim. Tapşırıqları görəndə özünüz görəcəksiniz ki, yəni iş stajına bərabər bir təlimdir. İlkin təəssüratlarım bu istiqamətdədir. Çox sağ ol Turan, xoş sözlərə görə. Turan elə yadındadır. İlk dəfə elə deyəsən zəng eləmişdik, danışmışdıq hərdəsə. Bəzi narahatçılıqlar var idi ki, müəllim mən təlimlərdə çox iştirak eləmişəm. Bu nə qədər praktik, nə qatacaq mənə? Çünki artıq özü işləyirdi. Baker Tilly-də. Biraz tərəddüd edirdim. Ümid edirəm o tərəddüdləri proqramın sonunda daha da pozitiv təəssüratlara çevirə bildin. Danışığımdan da artıq istədiyim kimi proqramdan kifayət qədər məmnun qalmısan. Buna görə də Zakir müəllimə xüsusi təşəkkür edirik. Çünki proqramın ortasından sonraki hissəni demək olar Zakir müəllim keçdi full. O da kifayət qədər support edirdi. Tələbələrin hər birini individual şəkildə hiss edirdim ki, cavablandırmağa çalışır bütün sualları. Özü səbirli adamdır. Məncə Zakir müəllimin experience-indən istifadə etmək olar, kifayət qədər təcrübəlidir. Çox sağ ol xoş sözlərinə görə. Yes, bu proqram yox idi. Biz ilk proqramı səninlə elədik, məsələn, sizin qrupla elədik Turan. Proqram məsələn ilk dəfə idi deyə ola bilsin, hətta 100 üzərindən özümüz, məsələn, Zakir müəllimlə məndə özümüz biraz perfeksionist olmağa çalışırıq. Ona görə proqram məsələn %100 fikirləşirdisə, məsələn 100 üzərindən hələ 90-80% bəlkə də bunu ötürdük qarşı tərəfə birinci proqramda. Artıq indi Zakir müəllimlə müzakirələrimiz başlayıb, biz onun bəzi hissələrini update edəcəyik. Elə bir 100 üzərindən hətta 100 bir proqramı update edib növbəti proqramları ilə o formatda davam edəcəyik. Çünki artıq birinci proqramdan sonra nələrə daha çox fokus olmaq, nələri daha az fokus olmaq və yaxud nələri daha yaxşı qarşı tərəfə ötürə bilərik, onu artıq bilirik. İlk qrup hətta sizin qrup idi, bir növ sizin xarakterli idi, amma məncə təəssüratlar kifayət qədər yaxşıdır. Tələbələrin özlərinin hər birindən tək-tək danışanda görürəm ki, təəssüratlar kifayət qədər yaxşıdır, hətta 100% verə bilməsək belə. Ümid edirəm növbəti iş təcrübə və iş yer və nə bilim hazırda işlədiyin yerə, növbəti tasklar və falan məncə kifayət qədər kömək edəcək. Burada əldə elədiyimiz experience Big Four-dakı
Sən dediyin kimi bu hardasa 3 aylıq bir təcrübə kimi proqram kimi işləyirsən bunu. 3 aylıq təcrübə proqramı Big Four-dakı 1 il, 2 illik experience aşağı yuxarı bərabərdir. Ona görə bir növ siz artıq bizim təcrübəçilərimiz olursunuz proqram boyunca. Amma senior təcrübəsi deyək də buna. Əldə etdiyiniz təcrübə isə təcrübəsinin yox, hətta associate'in, audit assistantın əldə etdiyi təcrübədir. Təşəkkürlər Turan, çox sağ ol xoş sözlərə görə. Çox sağ ol ki, Xoşdur. qoşuldun. Bir dənə Zakir müəllimlə bağlı da istəyirdim bildirim ki, yəni həqiqətən çox təlimsiz olmayan, yəni bacarıqlara sahibdir. Birinci növbədə səbirlə, yəni dinləmək və tələbəni başa salmaq üçün, yəni həqiqətən istifadə etdiyi bir texnika var. Soruşur, imkan vermir ki, dərsdə passiv olsun insan. Soruşur, təkrar eləyirsən, yəni əmin olur ki, tam bu iş sənə aydın oldu. Bir-bir bütün tələbələrdən, yəni bizim qrupda o cür oldu. Bir-bir soruşurdu ki, yəni başa düşdünüz, məsəl üçün Turan bəy, yaxud başa düşdünüz filankəs xanım. Yəni, əmin olurdu ki, sonra keçirdi növbəti hissəyə. Həqiqətən, yəni mən belə çox təlimdə iştirak etmişəm. Dediyim kimi bu qədər qayğı görməmişdim də, yəni başa düşmək tərəfdən. Onu da xüsusi qeyd eləmək istəyirəm. Onun da çox böyük rolu var idi həqiqətən. Bir də ev tapşırıqları cəhətdən də, yəni feedbacklər cəhətdən də bu da hər təlimdə olmur. Yəni ev tapşırıqları göndərəsə, çünki çox vaxt alır, belə deyək də. Onlara baxmaq, feedback eləmək, yenə növbəti dərsin əvvəlində onu müzakirə eləmək. Amma bu cəhətdən də düşünürəm ki, çox faydasını görəcək tələbələr. Bir daha təşəkkür edirəm. Çox sağ ol Turan, xoş sözlərə. Çox sağ olun. Yes, o ev tapşırığını hazırlamaq və proqramı ümumiyyətlə hazırlamaq proqramı keçməkdən daha çətindir. Zakir özü də təsdiqləyər yəqin. Biz məsələn proqram 30-40 saatlıq proqramdırsa, rahat yəqin ki o proqramın üzərində bir 160-200 saata yaxın vaxt itirmişik. İndi Zakirdən qabaq mən də kifayət qədər proqramı qurmaq üçün vaxt itirmişdim. Yəni rahat bir 200 saat onun üzərində bəlkə də oturub işləmişik ki, proqramı necə daha yaxşı edə bilərik ki, hamı istifadə edə bilsin, hamı nəsə öyrənsin. Çox sağ ol ona görə. İnşallah müsbət təəssüratlarımız daha da çox olar. Proqramın sonunda, növbəti proqramlarda, növbəti sessiyalarda. Təşəkkürlər Turan, bir daha. Oldu, sağ olun, uğurlar arzulayıram hər bir iştirakçıya, sağ olun. Uğurlar. Çox sağ olun, uğurlar. Yes. Biz sualınız varsa buyurun sualları çata yazın. Biz indi gedişatda cavablandırarıq. Turan bir dənə sual var deyəsən, konsolidasiya praktik olacaq mı? Turan, konsolidasiyanı hələ ki daxil eləməmişik proqrama. Bizim əslində İranda böyük fikirlərimiz var ki, Eranın ikinci səviyyəsini də eləyək. Bu birinci səviyyə olaraq bunu fikirləşirik. Bunun ikinci səviyyəsi də olacaq. Hansı ki, orada daha mürəkkəb, o bir növ finance menecerlər üçün, daha yuxarı senior pozisyonlar üçün proqram olacaq. Hansı ki, ERA 1-i keçən məzunlar istəsələr ERA 2-yə qoşulacaqlar. ERA 2 daha çox mürəkkəb məsələlərin, isə konsolidasiyanın real praktikası, daha sonra nə bilim impairment'ın real tətbiqi, başqa lizdə modificationları və s. və axır. Daha mürəkkəb məsələlər hansı ki, normalda Big Four-da onu senior və yaxud menecerlər görür və yaxud direktorlar görür. O məsələləri yəqin ki, ERA 2-də eləyəcəyik. Hələ ki, 1-də planlaşdırmırıq. Çünki 1-də öyrətdiyimiz şey kifayət qədər ekstensivdir. O məlumatlar bəs edir tələbəyə ki, hər şeyi başa düşsün. Məncə proqramdan kifayət qədər istədiyim kifayət qədər götürəcək. Ona görə hələ ki, ERA 1-ə yox, ERA 2-də böyük ehtimal konsolidasiyanı daxil edəcəyik. Okay. Tələbə üçün necə üstünlük ola bilər? Sənin öyrəndikləri, indi bizim ümumiyyətlə məqsədimiz odur ki, ERA-nın promotionunu aparaq şirkətlərə. Şirkətlər artıq müəyyən müddətdən sonra ERA-nı tanımağa başlayanda artıq oradan gələn məzunları, bir neçə dəfə intervyular falan olduqca artıq oradan gələn məzunları hiss edəcəklər ki, kifayət qədər təcrübəlidir. Bu yəqin ki, müəyyən qədər proses vaxt aparacaq, amma məqsədimiz odur ki, şirkətlər artıq ERA məzunlarını tanısınlar və oradakı experience-i real experience olaraq görsünlər. Real iş təcrübəsi olaraq. ERP sistemlərindən hələ ki heç birini tətbiq eləməmişik. Bütün proqram hələ ki Excel üzərindəndir. Trial Balance, General Ledger. Burada məntiq necədir? Biz accounting-i ERP-də eləmişik. Oradan Trial Balance və GL-i, General Ledger-ı yükləmişik Excel-ə və onun üzərində accounting, reporting və audit edirik. Excel üzərində. Hələ ki heç bir ERP sistemindən istifadə etmirik. Əslində onu tətbiq edə bilərik müəyyən müddətdən sonra, amma hələ ki ehtiyac yoxdur. Good. Zakir müəllim, sizin nəsə əlavələriniz var idi? Deyəsən nəsə hansısa bir mövzu ilə bağlı. Yes. Buyur. İstəyirsiniz bir daha mən ekranı şey edeyim. Mən bir şey göstərmək istəyirdim. Hələ bu indiki proqramın məsəl üçün, bu proqram nəticəsində bizim hazırladığımız financial statement-dir. Yəni bu financial statement-a gəlincə bütün prosedurları hamısını proqram deyir. Yəni təlimdəyimizin özündə və yekunda əlimizin
necə deyim, proqramın gətirdiyi produkt bu financial statement olur. Bu financial statementda bu dərsimizin bu əvvəlki eranın financial statementı. Burada gördüyünüz kimi, misal üçün, ekran göstərdən məndə şu an. Yes. Change in equity-dən tutmuş, profit loss, balance statement, sonra cash flow, hər line'lar necə yazılmalıdır? Yəni ki, məsələn, company və business operation nədir? Necə yazılmalıdır? Operating environment nədir? Necə update olmalıdır? Necə, hansı məntiqdən update eləməlisiniz? Standartın tələbi nədir burayla bağlı? Gördüyünüz FS-lə bağlı, məsələn, başqa hansısa bir şirkətdə görürsünüz də eyni strukturda. Çünki financial statementın təməl məntiqi eyni şeydir. Onun içində hər şeyi sizə çatdırır. Məsələn, adoption of new standartlar, ən sadə gördükdən yadıma düşür deyirəm də. Məsələn, yeni standartlar hansılar bura gəlib düşməlidir, ona necə qərar verməliyik, hardan baxacaq. Sonra aşağı düşdükcə görəcəksiniz bütün disclosure notları. Məsələn, bunların hamısını dərsdə bir yerdə yığırıq. PIP-ni işləyəndə PIP-in disclosure notlarını bir yerdə yığırıq, hansı ki, sonra FS-də istifadə edirik. Məsələn, dizi həmçinin, eynilə, məsələn, inventory dərsində işlədiniz, məsələn, slow moving hesabladıq və s. Ona uyğun yekun disclosure not hazırladıq. Onu da gətirib FS-də öz əksini tapır. Bu full formada belə gedir. Yəni, axırda siz buna FS-i konkret necə hazırlamaq lazımdır, onu görürsünüz. Hansı ki, bunu da bir yerdə hazırlayırıq. Və sonra ən axırda bunu analitik edirik ki, okey, bu FS reasonable-dırmı, nələrə baxmalıyıq, subsequent eventlər nədir, Şamal müəllimin bayaq dediyi kimi də going concern, materiality və s. bunlar necə gedir. İstəyərik ki, bu dərsdə bir dərsin çox qısa hissəsini sizə göstərək. Bizim proqramda dərslərdən biri dizdir və ən azından dərsin strukturunu başa düşmək üçün, sizə çatdırmaq üçün ki, dərsin strukturu necə gedir, ondan istəyirəm qısa danışım. Sonra çata kimsə sual yazırsa. Okey, ondan sonra bu sectiondan sonra tamamlayarıq. Ona görə qısa lizdən danışacağım. Deməli, bu bir liz dərsinin bir növ, necə deyim, bir qısa summary'si, bir növ, necə deyim, spoiler olacaq. Lizə başlayınca birinci hər dərsimizin 20-30 dəqiqəsi həmişə yada salmaq üçün, burada əsas məqsəd yada salmaq olur. Çünki Şamon dediyi kimi, burada FS-ünüzün olması bizim üçün çox məndatoridir ki, o qədər təməl şeylərə çox vaxt harmayıb, praktika tərəfdə o. Amma yenə də yada salmaq üçün və biraz bəzi detallara getmək üçün bizə lazımdır. Ona görə əvvəldə 20-30 dəqiqə şeylərə ayırır, praktiki nəzəri tərəfləri vaxt ayırır. Lizdən başlasaq, okey, birinci, gəlin onda elə qısa IFRS 16 dərsini bir yerdə baxaq. Yəni ki, bir 20-30 dəqiqə vaxtımız gedər. Okey, birinci liz nədir IFRS 16-da? Bizim bildiyimiz bütün icarələr fərqi yoxdur. Ümumi olaraq hamısı lizdir. Yəni ki, bildiyimiz bütün icarə müqavilələr hamısı lizdir. Amma IFRS 16 liz skopu ayrıdır. IFRS 16-nın liz skopuna bir şeyin düşməsi üçün 3 əsas şərt ödənməlidir. Çünki IFRS 16-nın skopuna düşən lizi aktiv əsas vəsait kimi başa düşəcəksiniz. Yəni ki, buna biz aktiv əsas vəsait kimi treat eləməyə başlayacaq. Bir də bizim də aktivimiz olacaq. Bunun üçün də IFRS 16-ya görə 3 dənə əsas şərt ödənməlidir. Birinci, asset identify olmalıdır. Yəni ki, konkret hansı bir müqavilə əsasında, müqavilə IFRS kontrakt deyəndə heç vaxt konkret kontraktı nəzərdə tutmur. Arada konkret kontrakt olmasa da sövdələşmə olmalıdır. Yəni ki, iki tərəfin razılaşdığı bir şərtlər olmalıdır. Fərqi yoxdur. Bu mainlə də ola bilər, başqa support resource-dan da ola bilər və yaxud da ən yaxşısı kontraktdan ola bilər. Konkret bir asset olmalıdır. Hansı ki, bu asset fiziki ayrı olmalıdır və ayrıcı istifadə oluna bilməlidir. Birinci məsələmiz identified asset məsələsidir ki, ayrıcı bir assetimiz bizim olmalıdır və bu define olmalıdır, yəni müəyyənləşdirilməlidir. Digər ən vacib iki məsələ ekonomik benefit olmalıdır. Yəni lizi alan adam, çünki IFRS 16-ya görə bəzi lizləri biz əsas vəsait məntiqi ilə treat edəcəyik. Və bunun əsas vəsait məntiqi ilə treat etməyimiz üçün əsas vəsaitin təməl definitionu nə idi? Bütün ekonomik benefiti əsas vəsaitdən biz alırıq. Yəni assetin təməl definitionu nə idi? Ekonomik benefit bizdə qalır. Eyni qaydada IFRS 16-nın lizində də eyni cür olur. Yəni bir şeyin IFRS 16 liz definitionu, bir icarə müqaviləsinin IFRS 16-nın liz definitionu ödəməsi üçün biz ondan bütün ekonomik benefitləri almalıyıq. Ekonomik benefit nə deməkdir? Ekonomik benefit həm maddi, həm də qeyri-maddi sizə gətirən benefitlərdir. Misal üçün, tam ki, sizin bir obyekt icarəyə götürürsünüz, uzun müddətli 10 illik.
Bu sizə ekonomik benefit verir də. Siz də orada işte o obyektdən və yaxud o zavodda nəsə istehsal edirsiniz, production edirsiniz, yekunda ortalığa hər hansı bir məhsul çıxardırsınız. Bundan öncə başlayırsınız benefit almağa, yəni ki, xeyir qazanmağa. Bu mesela bu müqavilənin birinə baxacaq o formada, bu olacaq ekonomik benefit. Digər məsələ direct use olmalıdır. Yəni ki, sizin bu aktivdən, bu icarəyə götürdüyünüz aktivdən konkret istifadə etmə hüququnuz olmalıdır. Yenə dediyim kimi, burada çox detallara getməyəcəm, amma təməl məntiq odur ki, bir şeyin hər şey icarədir. Yəni ki, gördüyünüz bütün icarə müqavilələri lizdir. Yəni liz termini hamısına aiddir. Amma IFRS 16 liz recognition icarəyə dırnaq arası aktiv kimi yanaşacaq, yəni əsas vəsaiti kimi yanaşacaq. Çünki normalda misal üçün icarə necə olur? Sizin aylıq icarə 500 manat icarə xərciniz var və o birbaşa mənfəət zərəri sinirdəyiz. Amma IFRS 16-da biz bu mənfəət zərəri başqa formada siləcəyik və aktiv kimi balansımızda göstərəcək və onun əksi olaraq da bir dənə liability tanıyacaq. Bunun IFRS 16-nın skopuna düşməsi üçün bu 3 dənə şərt ödənməlidir. Birinci, ayrıca aktiv olmalıdır, ekonomik benefit olmalıdır və sizin bundan direct use'unuz olmalıdır. Yəni ki, konkret istifadə etmə hüququnuz olmalıdır. Bu ümumilikdə lizin definitionu idi. 2 dənə IFRS 16-nın skopuna düşməməsi üçün 2 dənə exemption'ımız var. Yəni bu iki halda biz IFRS 16-dan ümumilikdə danışmayacağıq. Birinci short term lizdə, yəni icarəsi liz termü, icarəsi yox, liz termü, çünki liz termü vacib bir termindir IFRS 16-dan başa düşmək üçün. Onu qabaqda deyəcəm. İcarə müddəti 12 aydan az olan bütün icarələr short term lizdir və yaxud low value assetlər. Yəni dəyəri az olan əsətlər. Hansı ki, misal üçün siz atıram, sizin şirkətin turnover misal üçün 10 milyonluqdursa, 100 milyonluqdursa, sizin orada aylıq 200 manat olan icarə sizin üçün material ciddi məbləğ deyil. Ona görə onlar birbaşa mənfəət zərərə expense kimi silinir. Yəni bu iki short term qısa müddətli icarə olanda və low value olanda birbaşa biz bunu mənfəət zərərə xərc kimi silirik. Digər bir məsələ lease term məsələsidir. İcarə müddəti nədir? İstəyirsinizsə burada bir dənə slaydımız var idi. Okey, ya da budur. Lease term nədir? Lease termdə 3 əsas şərt var. Yəni biz icarə müddətinə qərar verəndə 3 əsas şərtə baxırıq. Birinci non-cancelable perioddur. Hansı ki, bu period nə deməkdir? Tərəflər razılaşır ki, bu period ərzində heç biri müqaviləni xitam edilməyəcək. Hansı ki, ciddi penalti olmadı. Yəni ciddi həcmdə penalti olmadan, penalti nədir? Cərimə. Böyük məbləğdə cərimə olmadan tərəflər bu müqaviləni xitam edilməyəcək. Digər ikinci əsas şərtimiz nədir? Reasonably certain olmalıdır. Məsələn, bunu ən çox harda istifadə edəcək? Praktikada danışacaq. Azərbaycanda çox müqavilə necə olur? Məsələn, praktikada biz onu görürük də. Yazılır ki, tərəflər etiraz etməsə müqavilə avtomatik 1 il uzadılacaq. Biz bunu necə apply edəcəyik, ondan danışacağıq. Hansı ki, bu IFRS 16 məsələsidir. Yəni, reasonably certain olmalıdır ki, hansı müddətdə mən buradan çıxmayacağam. İcarə müddəti ilə bağlı IFRS 16-nın təməl məntiqi odur ki, müqavilədə varsa superdə o müddəti minimum istifadə edə bilərsən, amma əslində lease term assessment eləməlisən. Lease term assessmentda da qarşı tərəfin fikrini sən onsuz da bilə bilməzsən, yəni sənə icarəyə verən adam var. Onsuz da onun fikrini bilə bilməzsən. Ona görə onun fikrini nəzərə almayıb, özün burada neçə il qalmaq istəyirsən və nəyə görə qalmaq istəyirsən, onu əsaslandırmalısan. Və həmin müddətdə də ciddi termination, yəni siz çıxmaq istəsəniz ciddi şey olmamalıdır, sizi cərimələməməlidir. Lease term dedik ki, elə bir perioddur ki, sadə dildə desək, mən bu aktivdən istifadə etmək istəyirəm həmin period ərzində. Bu detallıdır, buraları keçirəm hələlik. İstəyirsiniz bu nəzəri hissəsini qanunu ignore edib praktiki bir də göstərim. Deməli, bunun praktikada istədiyi əsas şeyi göstərəcəm. Lizini hesablayacaq. Tutan ki, biz getdik klientdan, müştəridən, bu кейsdə bizdə müştəri təlimdə imzadır. Təlimdə imzadan liz registr istədik. Yəni, getdik təlimdə imza dedik ki, qardaş, mənə aktiv icarələrin siyahısını ver. Fərqi yoxdur. Bunu təlimdə, yəni bizim audit elədiyimiz və yaxud işlədiyimiz öz şirkət özü də yığa bilər. Biz bunu gəlib GL-dən də yığa bilərik. Yəni ki, dərsin proqramda detallı görəcəyik. Biz bunları gəlib GL-dən də götürürük. Yəni, dövriyyə qalıq cədvəlindən də, TİBİ-dən də və yaxud GL-dən də götürüb. Müştəridən istəyə bilərik ki, buna yoğun bütün icarə müqavilələrini verir. Çünki GL-də hamısı düşür də, bütün transaksiyonlar öz əksini GL-də tapacaq da yəni.
Və yaxud buna uyğun biz rez registr hazırlayırıq. Və yaxud müştərinin direktli datanı alırıq və auditin skopunda ondan danışacaq, deyib onu yoxlayırıq. Tam ki, müştərinin registr aldıq. Məsələn, təlimdə MD üçün 3 cür hal var. Yuxarıdakı Azərbaycan ingiliscəsidir, aşağıdakı Azərbaycan dili. Məsəl üçün, görürük ki, bir dənə baş ofis evimizdən, rent-a-car evimizdən və kirayə avadanlıq evimizdən biz icarə almışıq. Baş ofis evimizdən nə almışıq? Office building almışıq, binamızı almışıq. Hansı ki, xətaydı. Rent-a-car, Toyota Corolla'nı götürmüşük, rent-a-car eləmişik. Və əlavə printerlərimiz, misal üçün, lazer aparatlarımız varsa, skan aparatlarımız varsa, bir də onu gedib icarəyə şirkət götürür. Bax, burada bizi icarə üçün lazım olan bütün əsas core məlumatlar var. Yəni, icarənin başlama müddəti, bitmə müddəti, this term, renewable option, bunu danışacaq dərsin qabağında, payment məsələsi. Gəlib baxırıq ki, birinci bu iki кейsidir. Baxırıq ki, Toyota Corolla'dır. 1 aprel 2024-də götürmüşük və 1 avqust 2024-də bitəcək. Yəni, 1 avqust 2024-də biz bu maşını qaytaracaq. Cəmi 5 aylıq. Deməli, bayaqki PPT-yə qayıtsam, demişdim ki, IFRS 16, yəni bir şeyin bir icarəyə dırnaq arası əsas vəsait kimi yanaşmamam üçün 2 dənə exemption var. Yəni, 2 halda bunu IFRS 16-nın skopuna nəzərdə almıram. Birinci short term lizdir, yəni ki, qısa müddətdə lizlərdir, icarələrdir. Digərləri isə low value assetlərdir, yəni dəyəri az olur. Bax, fikir verirsiniz, bu 5 aydır. 1 aprel 2024-də götürmüşəm, 1 avqust 2024-də bu bitəcək. 5 aydır deyə avtomatik bu IFRS 16-nın skopundan qıraqdadır. Bu nə deməkdir? Bu normal mənfəət zərərdə, həmişəki kimi normal məsələn debit expense, credit indi ödəyirsək cash or payable. Bu formada tanınacaq. Misal üçün, bunun aylığı neçədir? 1813 manatdır. Vurulsun 5 ay, bir də belə. Yəni, bu şirkət normal bunu hər ay normal ənənəvi bildiyimiz icarə kimi tanımaya davam edəcək. Eyni ilə ikinci də, məsəl üçün, printerlər, HP skan aparatları alıb şirkət 5 aylıq, 4 aylıq. Bu da eyni qaydada. Bayaq dediyim kimidir. Short termdürsə, yəni ki, 12 aydan qısadırsa, biz zaten bu кейsdə IFRS 16-dan konsider eləmirik. Yəni, IFRS 16-dan exemption'ımız var, IFRS 16-dan applicable deyil. Bu da nə deməkdir? Aşağıda yazdığım double entry kimi ənənəvi qaydada birbaşa mənfəət zərərə gələcək. İndi baxırıq ki, birinci müqaviləmiz 4 illikdir və müddəti 12 aydan çoxdur və məbləğ də az deyil, yəni 10.000-dir. Biz gedib deyirik, bu müştərinin icarə müqaviləsini istəyəcək. Təsəvvür et ki, getdik müştəriden icarə müqaviləsini istədik və müştəri bizə icarə müqaviləsi verir. Deməli, bizim əlimizdə nə var? İcarə müqaviləsi var və biz buna uyğun IFRS 16-nı tanımalıyıq. Baxırıq icarə müqaviləsinə. Deməli, icarə müqaviləsi bağlanıb yanvarın 1-i 2024-də və bizim reporting və audit periodumuz 2024-cü ildir. Baş ofis evimizdən götürmüşük. 2000 kvadratdır. Babək Xətai rayonlu Babək prospektindədir. 2000 kvadrat metr yerdir. Deyir ki, bu müqavilə bir yanvar tarixinə qüvvəyə minir və 4 il müddətində 31 dekabr 2027-ci tarixinə də qüvvədə qalır. Güvəsi deyir ki, müqavilə 4 il müddətində qüvvədə qalır. Sonra düşürəm, deyir, icarəçi hər ayın sonunda icarə verənə 10.000 məbləğində aylıq icarə haqqı ödəyir. Deməli, aylıq icarə pulumuz 10.000-dir. Deməli, buradan məbləği gördüm. Bura gəlirəm, buradan periodu gördüm, 4 il. Bir də mənə nə lazımdır? Başa düşməliyəm ki, mənim bu icarəyə görə həqiqətən aktivdən istifadə etmək hüququm var, yoxsa yox. Çünki IFRS 16-nın skopuna düşməsi üçün mən bu aktivdən öz əsas vəsaitimi necə istifadə edirəm? Bir növ o cür istifadə etmə hüququm olmalı. Bir növ öz aktivim kimi buna istifadə etməliyəm. Düşürəm tərəflərin hüquq və öhdəliklərlə. Baxırıq ki, icarəyə verən obyektin istifadəyə yararlı vəziyyətdə təhvil verilməsini təmin edir. Okey. Yəni, icarəyə verən bizə obyekti normal vəziyyətdə verməlidir. İcarəçi obyektin təyinatı üzrə istifadəsini və qorunmasını təmin etməlidir. Deyir, təmir və dəyişik işi apara bilməz, obyektin mülkiyyətçisi olaraq obyekt nömrəsi girov ipoteka təmin edə bilməz, kommunal və digər şərtləri ödəməlidir. Okey. Sonra baxırıq, gəlir müqavilə vaxtından əvvəl xitam verilməsi. Deyir, tərəflər razılaşılaraq müqavilə vaxtından əvvəl xitam verə bilərlər. Əgər vaxtın əvvəl xitam versə, 3 aylıq əlavə ödəniş etməlidir və force majeure alırlar. Okey. Düşdük, 2 tərəfin peçatı var və 2 tərəfin imzası var. İndi gələk bizim кейsə.
deməli, baxdıq ki, 4 illik götürmüşük, 4 illik götürmüşük və 10.000 məbləğindədir. Bizə bu detallara bu indiki şeydə getməyəcəm. Bunu Eran təliminin skopunda bunu hazırlayırıq. Yəni ki, kontrakt review hissəsi var. Bu AFS 16-nın şərtlərinə uyğundur. Hansı ki, misal üçün Big Four və audit şirkətlərində hansısa işləsiz, bu prosedurların hamısını onlar eləyirlər. Yəni ki, indi Şamlıda ekranda gördüyünüz hamısı da tanış gəlir Şamlıda. Bu kontrakt review hissəsidir, IBR assessment hissəsidir. Onları ələ saxlayıram. List term assessment-dır, buraları saxlayıram. Əsas list calculation-dır. Okay, gəldi ki, biz lizimizi necə hesablayacağıq? Lizimizi hesablamaq üçün bizə 3 dənə əsas şey lazım. Bir, monthly list payment. Bax, burada var. Monthly list payment. Aylıq nə qədər ödəyir? List term dedik ki 4 ildir. Ayda 10.000 ödəyirəm. Müqaviləyə getdik, baxdıq ki, ayda 10.000 ödəyirəm. Yes. Və IBR. IBR IFRS 16-da yerən təzə termindir. Incremental borrowing rate. Bu nə deməkdir? IFRS 16 deyir ki, sən bu aktivi öz aktivin kimi nəzərdə alırsansa, çünki sən bu aktivdən istifadə etmə hüququn var, deyiz. Sən əslində bu aktivə görə borclanırsan. Niyə? Çünki normalda məsələn mən bu aktivi almaq üçün, normalda bu aktivi almaq üçün gedib bankdan kredit götürüb, gedib o puldan əsas vəsait almalıydım. Hansı ki banka başlayacaqdım borclanmağa. Əslində mən bunu icarəyə götürəndə də bir növ eyni şey eləmiş oldum. Prosta bankdan götürmək yerinə gedib adamdan alıram həmin əsas vəsaiti və borclandıram adamı. Bu borclanma faizini normalda məsələn bankdan biz kredit götürəndə faiz olur onun içində. Bu borclanma faizini tapmaq üçün də IBR rate-dən istifadə edirik. IBR rate elə bir rate-dir ki, mən eyni şərtlərlə, yəni ki, misal üçün gedib bankdan 4 illik ayda 10.000 vurulsun 12, vurulsun 12, vurulsun 4. Yəni mən bu icarə qarşılığında nominalda adama nə qədər pul ödəyəcəm? 480.000 deyək. Mən bu şərtlər qarşılığında gedib bankdan 480.000 pul istəsəydim 4 ilə, bank mənim şirkətimə bu krediti neçə faizdən verər? Bir növ bu faizi tapmaq istəyirəm. Ki, yəni mən bu 480.000 icarə pul ödəyəcəm, toplam. 480.000 icarə pul ödəyəcəm. Bunu 480.000 başda mən gedib bankdan istəsəydim 4 illik, bank mənə bu neçə faizdən verərdi? Çünki əslində mən nə edirəm? Bu əsas vəsaiti icarəyə götürməkdən bankdan borclanmıram, gedib adamdan borclanmıram. Mənə lazımdır ki, o adamdan borclanmağımın xərci var da məndən. Çünki mən gedib əslində o pulu hər dəfə ona verdiksə mən xərc çəkirəm. Ona görə bu 480.000-i mən 4 ilə götürsəydim, neçə faizlə götürdüm, onu tapmalıyam. Bunun bir detallı yolu var. IBR assessment bu rate necə hesablanır? Risk-free rate, counter risk premium, currency risk premium, credit spread. Bunların detalları yenə dərsin özündədir, çünki çox vaxt alır. Amma praktikada bunun çox rahat bir yolu var. Mərkəzi Bank hər il statistik bülteni buraxır. Hər ay statistik bülteni buraxır. Mərkəzi Bankın saytına girsəz, elə Google-a statistik bülteni yazıda çıxır. Məsələn, biz icarəyə nə vaxt götürmüşük? 24-ün yanvarı. Mən nə dedim? Bunun məntiqi odur ki, mən həmin şərtlərlə gedib bankdan kredit götürsəydim, neçə faizə götürərdim? Mən Mərkəzi Bankın məsələn, biz nə vaxt götürmüşdük icarəni? 24-ün yanvarın 1. Gəldim statistik bültenə, yanvarın 1-də olan bu statistikanı açdım. Bu statistikanı açanda cədvəl 3.2 var. Müddətli depozitlər və kreditlər üzrə orta faiz dərəcələri. Bu nədir? Mərkəzi Bank Azərbaycanın bütün maliyyə bazarını araşdırır və belə bir nəticəyə gəlir ki, statistika verir ki, Azərbaycanda ortalama hüquqi şəxslər, yəni şirkətlər ortalama krediti neçə faizdən götürürlər. Hansı ki, mənə əslində bu lazım. Gəlib baxıram ki, müddətli depozitlər cədvəl 3.2 bayaq dedim ki, kreditlər üzrə ortalama faiz dərəcələrində məlumatını verir. Burada baxıram ki, verilmiş kreditlər üzrə hüquqi şəxslərdə yanvarın 1-nə ortalama rate 10.14%. Bax bu hissə. Bu 10.14% elə bir faizdir ki, ortalama Azərbaycan şirkətlər gedib bankdan kredit götürəndə 10.14%-dən bu kredit götürüblər. Hansı ki, mən dedim, IFRS 16-nın dizi üçün mənə elə bir faiz lazımdır ki, mən o
bu şərtdən gedib bankdan kredit götürsəydim, neçə faizini götürərdim, onu oldu. So, 10.14-də gəldim, burada istifadə elədim. İndi deməli, mənim əmin oldu. IBR reytim var, aylıq liz bilirəm nə qədər ödəyirəm. Liz termim var, 4 ildir və so. İndi buna uyğun mən özümdə right of use, yəni istifadə etmə hüququ olan aktiv və liz liability tanıyacağam. Daha sonra aktivi depreciation edəcəm. Liz liability-də ödəniş qədər və faiz xərcləri qədər azaldacağım. İndi oranı göstərəcəm. Bu formada bir table qururuq. Table'ın formatı rahat. Bizim bu solda periodlarımız olur. Biz neçə illik götürmüşdük? 4 illik. Yəni ki 2024-də başlayır və 2028-də qurtarır. Yəni 60 ay. Aylıq rent fillərimizi yazırıq. Ayda 10.000 ödəyirik. Bu birinci cədvəlimiz budur. Ayda 10.000 ödəyirik, onu yazırıq. Və IBR reytimizi yazırıq. Yəni ki, bu faiz dərəcəsi. Bu elə bil bizim bu icarədən götürmək üçün financially, yəni ki, economically çəkdiyimiz faiz xərci. 10.14 faizi yazırıq. Sonra indi bu cədvəli qurduqsa qanun çox rahatdır. Qanun sonra biz lease liability hesablayacaq. Lease liability nədir? Excel-də də hesablaya bilərik, əllə özümüz də hesablaya bilərik. Bizə pulun indiki dəyəri lazım. Deməli, bunun üçün present value düsturundan istifadə edirik. Deməli, bu nə deməkdir? Mən adama 10.14 faizdən, 10.14 faizdən mən növbəti 60 ay ərzində adama 10.000 ödəyəcəm. Növbəti 60 ay ərzində 10.000 ödəyəcəm. Mən lazımdır ki, bu növbəti 60 ay ərzində ödəyəcəm 10.000-in indiki dəyəri nədir? Çünki bilirik ki, pulun zaman dəyəri, time value of money termini var. Bu nə deməkdir? Vaxt getdikcə pul dəyər qazanır və ya itirir də ölkədən asılı olaraq. Çox vaxt dəyər itirir. Ona görə mən 10.14 faizdən ayda 10.000 ödəyəndə 60 ay bu pulu ödəsəm, bu pulun indiki dəyəri nə olacaqsa mənə o lazım. Hansı ki, bu mənim liability olacaq, öhdəliyim olacaq. Çünki adama o pulu növbəti 60 ay ərzində ödəməliyəm də, yəni ki 4. Bunun üçün present value, yəni pulun indiki dəyərindən düsturundan istifadə edirik bizədə. Birinci rate hissəsi var. Rate, bayaq dedim ki, IBR rate'dir, 10.14 faizdir. Sonra MPR-dən istifadə edirik. MPR bizim ödəyəcəyimiz perioddur, yəni ki 60 ay. Və PMT aylıq ödəyəcəyimiz ödənişdir. Yəni ki ayda biz 10.000 ödəyirik. 10.000. Okay, bunu yazdıq. Beginning qutardı. Bu nə deməkdir? Mənim başlanğıc anında, yəni 1 yanvar 2024-də ödəyəcəyim bu 600.000 var ha. Toplam adıma 600.000 ödəyəcəm. Bu 600.000-in indiki dəyəri 469.000-dir. Yəni 1 yanvar 2024-də mənim növbəti 4 il və yaxud 60 ay ərzində adamızın ödəyəcəyim pulun indiki dəyəri 600.000 yox, 469.000. Çünki mən bunu diskontlaşdırdım da, indiki dəyərini tutdum sayı. Bu başlanğıcdakı liz liability. Sonra mən bunu nə edirəm? Bu hər ay mən bunu ödəniş edəndə bu periodun axırına getdiysən interest faiz xərcim qədər bu başlayacaq artmalı. Çünki bu flow necə gedir? Bu buradadır. Gələcəkdə mən bu adama 60 ay ərzində 600.000 ödəyəcəm. O buradadır. Pulun bir də indiki dəyəri var. Mən bunu ödədikcəm, bunun üstünə faiz işlədikcəm, gəlib axırda bu 600.000-ə çatacaq. Çünki 600.000 indiki 600.000 deyil. 4 il sonraki 600.000. Mən 600.000-i tutdum, çəkdim indi axı. Deməli, bunun üstünə faiz işlədikcəm, bu arta gedəcək. Və gəlib, məsələn, 600.000-ə çatacaq. Ona görə buna prosto faiz hesapladım. Yəni ki, başlanğıcdakı öhdəliyimi vurdum, faiz dərəcəmi böldüm 12-yə. Niyə 12-yə böldüm? Aylıq faizi çevirdim. İllik faiz 10 faiz idi. Mən də bunu aylığa çevirdim. Faiz kostumu hesapladım. Payment hissəsi var. Lease liability deməli, interest qədər artacaq, payment qədər azalacaq. Payment nədir? Mənim icarəyə görə ödədiyim ödənişdir. Və avtomatik burada ending oldu. Ending nədir? Beginninglə başda hesapladım lease liability. Plus interest minus payment gəldi məndə ending lease liability balansı verdi. Və eyni qaydada qanun rol avtomatik gələcək. Yəni ki, əvvəlki periodun sonu bu periodun əvvəlki olacaq, eyni qaydada yenə əvvəlki periodun sonu bu periodun əvvəlki olacaq. Bu başlanğıcdakı lease liability mənim öhdəlik hədəfimdir. Bu eyni məbləğ olacaq right of use, yəni aktivin və icari müddəti ərzində başlayacaq depreciation olur. Right of use-da complication yoxdur. Yəni bildiyimiz aktiv. Bu başdakı bu lease liability-nin dəyərini right of use-a tanıyır və 4 illik idi də bizim lease termimiz, icari müddətimiz. 4 il ərzində başlayacaq onu depreciation edir. Bu da 4 il ərzində başladı depreciation. İndi biz hansı provodkalara double entry vurmalıyıq? Birinci ilk vaxtda initial recognition.
Gəlin bunu bəlarim. Biz nə tanımalıyıq? İcarə baş verən an right of use və lease liability tanımalıyıq. Baş verən an 469.000 bəlkə dəyərdə right of use tanıdıq və eyni dəyərdə də lease liability tanıdıq. Yəni baş verən an mənim aktivim var. Hansı bu assetdir? Bu assetdir. Burada liability. Yəni mənim bir aktivim yaranıb, onun əvəzində adama 469.000 borcum var. Sonra subsequent measurement. Subsequent measurement nə deməkdir? Dedik biz 24-cü ildə reporting və audit edirik. Ona görə 24-də baxırıq da. 24-ün axırına gəldik. Yəni biz bu provodkanı ilkin icarə verəndə götürdük. İcarəyə götürəndə tanımışdıq. Və sonra daha sonrası 24-cü ilin sonuna gəldi. İndi biz hansı double entry tanımalıyıq? Bu aktivin double entry'sidir. Bu rahatdır. Dedik ki, right of use'u biz normal aktiv kimi 60 aya straight line depreciation etmişik. Gəldim 12 aylıq depreciation'ımı götürdüm. Ayda 7819 düşür. 469.000'i 60 aylıq depreciation edəndə. Gəldim onu 93.000 vurdum depreciation expense'ə, P&L-ə. Accumulated depreciation'ı vurdum balansa. Yəni bu bildiğimiz normal depreciation expense tanıdır. Right of use'u bir növ aktiv kimi yanaşır. Lease liability deyirik. Lease liability-ni deməli, mən bu faizim var, bu hər ay bunun üstü 12 ay faiz gəlir ha. Mən nə dedim? Pulun qədətəki dəyəri 600.000-dir. İndiki dəyəri 469.000. Deməli bu 469.000 dolar yolla gələcəkdə 600.000-ə gəlməsi üçün mən hər dəfə faiz xərcim çıxacaq, değil mi? Hər dəfə o qədər mənim faiz xərcim formalaşır. Bu liability-nin momentində interesti üstə plusla gəlir ya. Bu 12 ay interesti əslində mənim faiz xərcim. Bu 44.107, 12 ay mən lize artırmışam ha dəyərini. O mənim interest expense-im. 12 ay keçəndən sonra onu interest kimi tanıyıram, yəni ilin sonunda. Bu da P&L item'dır. Bunu laf istəyirsiniz başqa cürdə yazaram. Bu çıxılsın, bu da eyni şeydir. Hətta plus belə. Və adamı nə qədər ödəmişəm? 120.000. 120.000 ödəniş eləmişəm də. Onu da sileyim. Adamı 120.000, deməli interest expense, interest faiz xərcimi tanıdım. Sonra 120.000 ödəmişəm, məndən 120.000 xərc çıxır. Arada qalan hissə lease liability yazılır. O da əslində nədir? Yəni bu iki double entry yazandan sonra bu çıxılsın. Bu plus bu mənfi. Yəni debit lease liability 75.000. 75.000 də lease liability azalır. Yəni uşaqlar çox qısa və çalışdığım maksimum sürətlə getdim. Dərsdə leasing skopu ortalama 2 saatdır. Bayaq dediyim kimi başda 20 dəqiqə dərsdə praktiki, təqribən bu 20 dəqiqə vaxtımız aldı. Dərsdə 20 dəqiqə praktiki hissəsi olur, qalan hissəsi 20 dəqiqə nəzəri hissəsi olur, qalan hissəsi praktiki olur. Dərsdə bunu daha detallı görürük. IBR rate, o faiz dərəcəsinin detallarından danışırıq. Hansı ki, sıfırdan özümüz hesablayırıq IBR rate'i. Lease term assessment hesablayacaq. Yəni, IFRS 16 uyğun lease term necə olmalıdır? İcarə müddəti nədir onu? Kontraktı review edəcəyik. IFRS 16-nın şərtlərinə uyğundur, yoxsa yox. Onu hazırlayacaq. Hansı ki, bu istənilən audit şirkətindən geçsə, bu template-dən işləyirlər, bu formada. Çünki məntiq eynidir. Və sonra da audit prosedurlarımızdan danışacaq. Yəni ki, audit prosedurlarında Yəni Rızaki müəllimin səsi getdi. Səsim gəlir mənim. Xeyr müəllim, səs gəlmir. Yəqin bilmirəm, yəqin interneti getdi. Görək gəlirmi? Yes, Elnur, Zaki müəllim diskantlaşmanı izah elədi, prezident valının falan tapılması və s. Sonra deyəsən Zaki müəllim indi yəqin gələr. Orada audit prosedurları göstərir sizə. Hansı audit prosedurları biz
eləməliyik auditor olaraq. Bayaqdan izah elədik, əslində reporting tərəfidir. Audit prosedurları orada sonra necə eləmək lazımdır, Liz üçün hansı audit prosedurlar lazımdır olan hər birini adres edirik bizim o working paper'da. Disclosure notu da qismət olmadı görmək. Orada disclosure notu da göstərəcəkdi sizə. Right of use asset'in o yadınızdadır, bayaq Word file'da disclosure Word file göstərirdi sizə. O Word file'da bizdə Liz liability, right of use asset'in disclosure notları da var. Yəni right of use asset necə prezent olunmalıdır maliyyə hesabatlarının notunda. Eyni qayda ilə Liz liability. Bir də orada hansı əlavə məlumatlar qeyd olunmalıdır. Onların hamısı mütləq qeyd olunmalıdır. Ümumi bunlar üzərindən biz elə bir növ Liz dərsini yavaş-yavaş yekunlaşdırırıq. Audit adjustmentları post edirik və bu məlumatı biz sonradan götürüb working trial balance-da istifadə edəcəyik. Zakir müəllim də yavaş-yavaş gəlir. Working trial balance-da istifadə edib ona uyğun biz maliyyə hesabatı hazırlayırıq, hansı ki Word file-da. Bir daha Excel-də maliyyə hesabatları hazırlayırıq, adjustmentlarımızı vururuq. Daha sonra isə onu Word file-da hazırlayırıq. Bu olur bizim audit hesabatı. Bütün audit prosedurları eləyəndən sonra. Nəsə sualınız varmı Zakir müəllim gələnə qədər? Sorry, mənim internetim getdi. Özür İndi var bir brief getdim Zakir müəllim. Ya təməl Olmaz. məntiq bu formadadır. Bir dənə istəyirsiniz disclosure notda göstərək. Lizin o disclosure notu. Tələbələr görsün disclosure notu hansı formatda yığırıq. Bizim o Liz register, calculation falan elədik. Orada audit adjustmentları çıxartdıq. Ondan sonra ən sonda isə disclosure notu yığırıq. Hansı ki o disclosure notunun yığılması da audit prosedurlardan biridir. Əslində reportingin işidir, amma bizdə Bakıda audit edir. O disclosure notu yığırıq. Verərdim o zaman olmasa. Sən host deyilsən? Girdim, çıxdım, o yox host getdi. Bilmirəm, host məndə var yoxsa yox. Yes. Sorry. Sən Excel kompüter atana qədər. Yes, bu bizdə hardasa 2 saatlıq dərsdir. Sadəcə bunu sizə 20-30 dəqiqə ərzində izah etməyə çalışdıq ki, bu formatda olur. Dərs vaxtı daha detallı danışacağıq, daha interaktiv olur. Hansı ki, bu da Lizin disclosure notudur. Yəni biz FS-də Lizi hansı formada göstəririk? Onun bir illustrationıdır. Birinci, right of use mütləq mandatory disclose eləməliyik. Right of use disclose eləməliyik o, Liz liability və finance cost. Right of use ilin əvvəlində nə qədər idi? Biz nə qədər tanıdıq, hansı ki bu adjustment-dan gəldi. Depreciation expense-imiz nə qədər azaldı və ilin sonuna right of use-umuz nə qədər qaldı. Liz liability də eyni qaydada ilin əvvəlində nə qədər idi, təzə liz nə qədər tanıdıq. Bu faiz xərcinə görə nə qədər artdı və paymentlara görə nə qədər azaldı. Eyni qaydada finance cost-da həmçinin. Və bu axırda bundan gəlib bizim FS-də hazırladığımız lizdə bundan istifadə edirik. Yəni burada Liz liability-nin görsəniz, məsələn, Liz liability-nin disclosure-unda da eyni formada bunu göstərir. Ki, bu hansı ki praktikada da bu formadadır. Yəni Liz nəyə görə götürmüşük? İlin əvvəlinə bir növ, ilin sonuna Liz necə rol olub, necə dəyişib onu göstərir. Teşekkürler Zakir müəllim. Nəsə sualınız var mı gənclər? Sualınız yoxsa yavaş-yavaş istəyirsiniz yekunlaşdıraq. Sizə çox saxlamayaq, artıq Bakıda gecdir. Bizdə də iş vaxtı qurtarır burada. Evə getmək vaxtı. Çox sağ olun qoşulduğunuz üçün, axıra qədər oturduğunuz üçün. Recordingi yəqin ki, bu ehtimala paylaşacağıq. Qrupda linki paylaşarıq. Özünüz nə bilim baxarsınız, sonradan təkrar və ya dostlarınızla paylaşa bilərsiniz. Necə istəyirsə elə bilərsiniz. Yəqin ki, YouTube səhifəsindən paylaşacağıq. YouTube qrupunun kanalında daha doğrusu. Ora linki atarıq, ora girib baxarsınız təkrar. Ümumi nəsə suallarınız olsa bizim elə WhatsApp qrupumuz var artıq. Siz oradan gəlmişsiniz böyük ehtimalla. Həmin o WhatsApp qrupunda suallarınızı da əlavə olsa verərsiniz. Bir də o təhsil vəsilə ilə bağlı imtahan olacaq bu ehtimalla, daha doğrusu assessment. Onu bir dənə dəqiqləşdirib sizə geri dönüş edək onunla bağlı. Okey. Nəsə sualınız var mı? Çox sağ olun vaxt ayırdığınıza görə sizdə. Buyurun, xoşdur. Əlimizdən gəldiyi qədər. Sağ olun, gecəniz xeyrə. Sağ olun, gecəniz xeyrə qalsın. Gecəniz xeyrə.